Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Diktabanı izləyirsiniz və irəliləyən təqribən 2 saat ərzində sizinlə bərabər olacağıq. Bizim əhval-ruhiyyəmiz yaxşıdır və inanırıq ki, sizdə də hər şey qaydasındadır. Amma sizin əhvalınızı daha da yaxşı etmək üçün buradayıq. İlaya, xoş gördük. Xoş gördük, əzizim. Can. Salam, hər vaxtınız xeyir olsun. Evdən çıxmamızsa sadəcə bilin ki, günəş bir qədər aldadıcıdır. Baxmayaraq ki, hava günəşlidir, amma küləklidir. Özü soyuq külək əsir və şəhərimizin bəzi yerlərində, misal üçün, ictimai televiziyanın yerləşdiyi Yasamal rayonunda bu külək daha da güclüdür əsir. Bəli. Ona görə evdən çıxanda sadəcə bunu nəzərə alın, bir qədər bu başınızı, boynunuzu, bu hissələri soyuqdan qoruyun. Əgər özünüzü ümumiyyətlə qoruyurdunuzsa, amma bundan sonra özünüzü qorumağa daha da çox diqqət edin. Çünki həqiqətən Dilahə dediyi kimi günəş aldadıcıdır. İstənilən şəkildə biz qış mövsümündəyik və bu da o deməkdir ki, yəni özümüzə yaxşı-yaxşı baxmalıyıq ki, ətrafda olan insanlara da, belə deyim, xəstələnsək, zərər verməyək. Bəli, bəli və xəstələndə xahiş edirəm, işə getməyin, işə çıxmayın. Çünki baxın, xəstə adam işə çıxanda həm özü geç sağalır. Yəni onun immuniteti onsuz da zəifləyir xəstələndə. Üstəgəl işləyəndə, yəni evdə uzanmayanda, dincəlməyəndə o immunitet lap aşağı düşür, orqanizmə daha güclü zərbə vurur. Bu bir. İkinci məsələdə başqalarını yoluxdurur. Ona görə xəstələnəndə evdə olaq, Allah hamıya şəfa versin, hamı tez sağalsın, hamı iş başında olsun. Əziz tamaşaçılar, bugün də həmişə olduğu kimi günün sualını sizə təqdim etmək istəyirik. Günün sualı ilə bağlı olan fikirlərinizi mütləq şəkildə bizə yazın, bildirin. Günün sualı belədir. Müştəri həmişə haqlıdır. Variantlarımız belədir. Əlbəttə, bu ticarətdə vacibdir. Xeyr, haqsız olarsa bunu ona bildirmək lazımdır. Və üçüncü variantımız belədir ki, xidmət yüksək səviyyədədirsə, hamı məmnun qalacaq. Siz necə fikirləşirsiniz? Söz fikirlərinizi bizə yazmaqdan çəkinməyin. Necə Biz deyək. fikirləşirsən? Mən belə düşünürəm ki, heç kim haqlı deyil. Yəni heç kim, heç vaxt 100% haqlı ola bilməz. İstər müştəri olsun, istər şirkət rəhbəri olsun, nə bilim, departament rəhbəri olsun, istər müəllim, şagird, müəllim, tələbə münasibətlərində demək olmaz ki, həmişə kimsə haqlıdır. 100% haqlıdır. Yəni insan onun təbəqəsindən, vəzifəsindən, sosial durumundan, səlahiyyətlərindən asılı olmayaraq haqlı da ola bilər, haqlı olmaya da bilər. Və bu normaldır. Əsas odur ki, haqlı olmayanda insan bunu anlasın, öz vəzifəsindənmi, öz o konkret bir deməli vəziyyətə uyğun olan onun statusundan asılı olmayaraq, buna baxmayaraq, yəni deyirlər ki, müştəri həmişə haqlıdır, rus dilində klient всегда прав. Yox, heç də elə deyil. Yəni bunu anlasın, dərk eləsin. Əsas məsələ budur, Nurlar. İnsan dərk eləsin ki, haqlıdır yoxsa yox. Ay sağ ol, dərk eləmə və bir də ki, kompromisə getmə məsələsi var. Sən dedin ki, heç vaxt ola bilməz ki, bir tərəf 100% haqlı olsun. Doğrudan da belədir. Əgər tutaq ki, haqsız tərəf varsa, amma o haqlı tərəf elə davrana bilər ki, həmin o haqsız tərəflə danışıqda sonra özü haqsız durumda da qala bilər. Ola bilər kimsə 100% haqlıdır. Bu konkret bir mövcud vəziyyətdə kimsə 100% haqlıdır, kimsə haqsızdır. Sadəcə o haqsız olan başa düşsün ki, o haqsızdır. Bax, bu Onu da başa düşmək üçün gərək haqlı olan tərəf düzgün şəkildə izah etsin və müəyyən bir kompromis yolu tapsınlar. Mənə gəlir ki, həmin o haqlı olan tərəfdə belə deyim, haqlı olmağından suyu istifadə edərək daha çox belə deyim, kobud şəkildə də davrana bilər həmin o haqsız tərəfə və yaxud nə bilim, acı bir söz deyə bilər, nəysə də davranışı yəni etik olmaya bilər. Bu zaman həmin o haqlı tərəf də haqsız duruma düşmüş olacaq. Yəni, əlbəttə ki, təbii ki. Mən ümumiyyətlə ədalət tərəfdarıyım deyə çox sevirəm ədalətli insanları. Ona görə əgər mən haqsızamsa, %100 boynuma dalacam və özüm istəyəcəm ki, məni danlasınlar, tənqid eləsinlər. Yəni, təbii ki, bunun məsuliyyətini daşımaq istəyirəm. Amma heç razılaşa bilmirəm ki, əgər mən haqlı deyiləm və məni buna görə günahlandırırlar və danlayırlar. Bununla heç vaxt barışmaram. Haqlısan, daha doğrusu haqlısan və səni buna görə. Sən dedin, haqlı deyiləm. Haqlı deyiləm. Yəni, mən haqlıyam. Tutalım, mən haqlıyam, üzr istəyirəm, yaxşı ki, düzəltdim. Mən haqlıyam, başqasını səhv edir. Bəli. Amma sən buna görə. Onun
nə də onun badına getdim. Hə, onun badına getdim. Onun badına mən də getmək istəmirəm kollektiv olaraq. Yəni kimin günahıdır o cavab versin. Düzdür, məncə də. Bu Sən məsələni yalnız öz işinə cavab deyirsən. ay sağ ol. Yəni bunu demək istəyirəm. Biz bu müştəri məsələsindən danışdıq. Məsələn, belə bir situasiyanı danışım. Xaricdə idik. Belə oldu ki, mağazalardan birində şüşədə yəni içkilər düzülmüşdü və orada müştəri gəzərkən onlardan birinə toxundu və çoxlu sayda orada şüşələr düşdü. Yəni dükkanda. Və sındı təbii ki. Təqribən hardasa nə bilim 3-4 alkoqol içkilər idi bu arada. Yəni daha bahalı. Bəli, alkoqollu içkilər idi. Düşdü hardasa 3-4 şüşə sındı və orada yəni mağazada hamı gəldilər, bir-birinə baxdılar falan və yəni adama heç nə demədilər. Anladın? Yəni sadəcə olaraq yığışdırdılar və sonra biz eşitdik ki, mağazanın meneceri orada çalışan, yəni mağazada çalışan əməkdaşlarına bildirdi ki, siz o şüşələri düzgün yerləşdirsəydiniz, yəni oraya toxunaraq, yəni onları salmaq mümkün olmazdı. Yəni düzgün yerləşdirilməmiş. Yəni öz işçilərində belə deyim də suçu, günahı gördü. Günahı onlarda gördü. Yəni bu məncə çox düzgün yanaşmadır ki, doğrudan bax bu ehtiyatı da güdmədilər. Bizdə amma təsvir olsun ki, belə olmur. Müəyyən hadisələr. Bizdə adətən həmin işçinin maaşından kəsirlər o pulu və ya da müştəridən alırlar da. Bu da haqsızlıqdır. Ya da müştəridən. Ya müştəri günahkarcı müştərini ödəməlidir. Mən düşünürəm ki, müştəri əgər şüşəni sındırıbsa, müştəri bunu ödəməlidir. Mənim məsəl üçün mən vicdan əzabı çəkirəm. Əgər mən sındırsam, mənim günahımdan kimisə maaşından o pulu çıxarsın. Mən doğrudan buna görə. Amma oralarda belə düşünmürlər. Mən səninlə tam razıyam ki, marketləri gəzəndə, baxanda o şüşələr elə sıx qoyurlar. Bəli. Şəxsən mən görəndə ki, çox təhlükəlidir və biraz nəsə arxada da onu çıxartmaq istəyirəm, mən əməkdaşı çağırıram. Deyirəm, zəhmət olsa mənə onu verin. Çünki elə bir vəziyyətdə dayanırlar ki, düşəcək. Dağıdacam yenəsə. Yəni belə hallar da olur. Siz necə fikirləşirsiniz? Müştəri həmişə haqlıdırmı? Bizim belə deyim, bu sorğumuzda iştirak edin. Hə. İndi nədən danışaq? Elə xəbərlər var ki, maraqlı. Məsəl üçün dünəndən bəri Emmidən danışa bilmirik. Emmi kino mükafatından danışa bilmirik. Nə bilim, sonra Yaponiyada virtual məktəb açılıb. O da 2 gündür qalıbdı. Səhiyyə Nazirliyi Qızılca ilə bağlı deyib ki, övladlarınızın həyatı ilə oynamayın. Bu aydın məsələdir. İndi bunu bilirik ki, yəni doğrudan da məsuliyyətlə yanaşmaq lazımdır. İstəsən elə o xəbərdən başlayaq, sonra Emmiyə. Qısa deyim, sonra Emmiyə keçək. Yaxşı, onda belə. Deməli, Səhiyyə Nazirliyindən Qızılca ilə bağlı çağırış, övladlarınızın həyatı ilə oynamayın. Ümumiyyətlə, övladlar, valideynlər, bacı-qardaşlar, iş yoldaşları, ər-arvad, sevgililər, heç kimin həyatını oynamaq olmaz. Düzgün deyil bu. Ölkəmizdə Qızılca ilə bağlı epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən nəzarət altındadır. Artıq neçə aydır biz bunu müzakirə edirik, nəzarət altındadır. Bunu Səhiyyə Naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib. Fürsətdən istifadə edərək təqvimi peymentlərdən kənarda qalmış uşaqların valideynlərinə bir daha çağırış etmək istəyirəm. Övladlarınızın sağlamlığı həyatı ilə oynamayın. Yəni, cənab nazir Teymur müəllim bildirir ki, peyvəndi vaxtında etmək lazımdır. Dəfələrlə bu haqda biz efirdə demişik, həkim olub, pediatr olub efirdə. Həkimlər olub bizim qonaqlar. Bəli, və deyib ki, Qızılcanın konkret bir müalicəsi yoxdur. Yoxdur elə bir dərman ki, Qızılca başladı, sən onu içdin və sən sağaldın. Yoxdur elə bir şey. Qızılca ilə mübarizə yalnız peyvənddən asılıdır. Peyvənd olmalıdır. Vaxtında edilən peyvənddən. Vaxtında edilən peyvənd, bəli, bəli. Və əgər, yenə də deyirəm, şübhələnirsinizsə, siz uşaq vaxtı peyvənd olunmuşsunuz, yoxsa yox, valideynləriniz unudub filan, yoxsa yox, siz gedib test verə bilərsiniz, antikör, anticismləri yoxlaya bilərsiniz. Bunun üçün immunoglobulin G-ni yoxluyursunuz, məhz Qızılca xəstəliyinin immunoglobulin G yoxluyursunuz və dərhal bilinir. Əgər varsa, peyvənd vurdurmursunuz, yoxdursa peyvənd vururlar, həm böyüklər, həm uşaqlar. Biz bu haqda o qədər danışmışıq ki, artıq ilahə belə həkim kimi. Həkim kimi də. Çox ciddi tövsiyələrdə özünü tapır. Yəni, həqiqətən də bu məsələlər çox önəmlidir. Yəni, daha diqqətli davranaq. Bilmirsinizsə, ən azından həkimlərdən də müəyyən sizi maraqlandıran məlumatları öyrənə bilərsiniz. Nuraş, bir də bunu da deyim. Düzdür deyirlər, demokratiya filan belə, amma bəzi məsələlərdə mən çox sərtəm. Və mən misal üçün, mənim əlimdə olsaydı, mən məcbur edərdim.
Bəli. peyvənddən məcbur edərdim. Başa düşürəm ki, bu insan haqlarına bəlkə də hardasa deyə bilərsiniz, kimsə deyə bilər ki, ziddir. Amma bəzi məsələlərdə mən çox sərtəm. Yadıma gəlir, bizdə qonaq olanda biz hətta bunu müzakirə etdik ki, o poliklinikalardan zəng edib xatırlatma falan etmələri də çox önəmlidir. Çünki indi ola bilər də elə bir dönəm olub ki, kimsə uşağına birinci doz peyvəndi edib qızılcaya qarşı, amma ikincini etmək unudub. Çünki o 4-6 yaş arası edilir. Yəni onu xatırlatma kimi poliklinikalardan da belə bir təşəbbüs olsa yaxşı olardı. Keçək Emiyə. Keçək. Özdə bizim növbəti qonağımız, yəni bugünkü qonağımız daha doğrusu, yəni Diktabanın növbəti qonağı, amma bugünün ilk və yeganə qonağı məhz kino sahəsinin adamıdır. Bəli. Ona görə elə kino xəbər yerinə düşər. Buyur. Çox yaxşı olar. Mən müğənnidən danışmaq istəyərdim. Elton John'dan bu arada. Belə ki, məşhur müğənni Elton John EGOT titulunu qazanıb. Bu nəyə görə həmin bax bu ifaçəyə verilib? İndi izahını edəcəyik. Britaniyalı müğənni Elton John'a bu il Emmy mükafatı təqdim edildikdən sonra o bu titulu qazanmış hesab edilir. John görkəmli estrada mükafatına Elton John Live Farewell from Dodger Stadium konsertinə görə layiq görülüb, mükafatlandırılıb. İndi Pop Ulduzun bütün mükafatları tamdır. Yəni onun Emmy'si var, onun Grammy'si var, Oscar'ı var və eyni zamanda Tony mükafatı var və o bununla belə EGOT klubuna üzv artıq seçilib. Bəli. Bu kluba aktrisalar Whoopi Goldberg, Viola Davis, Jennifer Hudson, müğənni John Legend və başqa əfsanələr daxildirlər. Deməli, onlarda həm Grammy var, həm Oscar var, həm Emmy var və dördüncü nə idi? Tony mükafatı. Və Tony teatr sahəsində verilir bu mükafat. Bəli, onda deyir ki, bundan əvvəl John 2019-cu ildə Rocketman filminə görə ən yaxşı orijinal mahnı üçün 2 Oscar qazanıb və ən yaxşı orijinal partitura, yəni Aida üçün partitura yazıb və buna görə də o Tony mükafatına layiq görülüb və onun əslində ümumilikdə 6 Grammy mükafatı var. Yəni gənclik dövrlərindən bəri Grammy mükafatlarına yələnə gəlib çıxıb. Möhtəşəm musiqiçidir. 2024-cü ilin əvvəli Elton John üçün belə yadda qaldı və Emmy mükafatını ümumiyyətlə təqdim etmə mərasimi çox maraqlı keçdi. Biz baxdıq ki, orada çoxlu məşhur ulduzlar var idi. Sən istədim bu xəbəri bunu davam edəcəm. Sadəcə Elton John haqqında demək istəyirəm ki, həqiqətən dünyanın ən güclü və istedadlı musiqiçilərindən biridir. Ən nüfuzlu həm də. Bəli, nüfuzlu. Həm ifaçı kimi, həm pianoçu kimi, həm bəstəkar kimi, həm ümumiyyətlə şou, belə geyimi falan, belə hər şeydə belə şou yarada bilən bir insan kimi, əsl artistdir həqiqətən və Rocketman filminə baxmamısınızsa, əgər müzikallara allergiyanız yoxdursa, tövsiyə edirəm, baxın, çünki həqiqətən çox uğurlu bir filmdir, yaxşı bir filmdir. İndi keçək qaliblərə. Onu da qeyd edək ki, Emmy mükafatı 4 ay gecikdi. Bu da Hollywoodda ssenariçilərin etdiyi üsyanla bağlı idi. Neçə aydı ki, onlar narazılıqlarını bildirirdilər nə vaciblə bağlı filan belə və bu da təbii ki, öz təsirini göstərdi. Ona görə 4 ay gecikdi. Emmy mükafatının təqdim etmə mərasimi. Beləliklə, ən çox nominasiya qazanan 2 serial oldu. Bu biri Succession, bu deməli Rus dilində Nasledniki, varislər. Varislər. Və baxmamızsa baxın, mən demək olar ki, axıra kimi çatdırmışam, baxmışam. Amma kim action sevir, çox action sevirsə, çox belə hərəkətli, onda baxmayın. Sakit belə filmdir. Daha çox intellektual serial biz onu adlandıra bilərik. Belə deyək də, bir telemagnatın ailəsindən söhbət gedir. Onun övladları, bax o pullara görə, vaizlərə görə apardığı intriqalar, qarşıdurmalar falan bunu göstərirlər. Maraqlıdır və yer gəlmişkən orada Azərbaycana da toxunublar. Bir seriya var ki, orada Azərbaycan və Türkiyə haqqında danışırlar. Həmişəki kimi bizi pullu, belə yəni göstəriblər də, belə bir imicimiz var. Bir də ikinci serial, deməli, ən yaxşı drama Succession oldu və ikinci serial, ən yaxşı komediya Ayı. Bu seriala mən baxmamışam. Mən də baxmamışam, amma yəqin ki, həmin o qalma-qalı da izləmiş oldun. Orada hansı? Baş rolun ifaçıları biri mükafatı aldıqdan sonra öz, belə deyim, nitqini çatdırarkən
digəri yaxınlaşıb, yəni o kişi həmkarıdır, digəri yaxınlaşıb onun dodaqlarından öpdü. Bu da yeri gəlmişkən çox böyük qalmaqala. Bəli, çox böyük bir qalmaqala səbəb olub. Son günlərdə çox müzakirə edilir ki, onsuz da əla aktyorsunuz, onsuz da yəni bu mükafatı almışsınız, hər şey əladır, göz önündəsiz, yəni bu cür diqqət çəkməyə heç gərək yox idi. Yəni bu müzakirə edilir. Valla səmimi deyim, Hollywood və ümumiyyətlə Avropa, Qərb bu mövzularla artıq bezdirdilər, yordular. Düzdür. Ona görə Harry Potter'ın anasını mən dəstəkləyirəm. Düz eləyir ki, mübarizə aparır bütün bunlar. Amma görürsünüz, onu da göz çıxmasını salıblar. Yəni, çox incidirlər xanımı. Elə olacaq. Joan Rowling'i ki, bəs olmaz belə. Həddinə artıq konservativ yanaşmaq həyata. Nəysə, sonra deməli, ən yaxşı mini serial rus dilində Qrızniya gedir. Beef. Yəqin ki, tartışma, çəkişmə, belə adlanır. Mən buna baxmışam, Türkiyədə uşaqlar baxırdılar, qızım, kürəkənim və onlarla bir yerdə baxırdım, doğrudan çox maraqlıdır. Əbədi mövzu, yolda gedərkən iki avtomobillər, maşınlar, səhv eləmirəmsə yolda, çünki mən biraz yarımçıq başladım baxma. Yəni, yolda olan narazılıqlar var. Adam məişətdə narazılıq olur. Hər gün rastlaşdığımız mövzulara toxunublar. Keçir qırğına, misal üçün, heç kim kompromisə getmək istəmir. Və nəticədə bir savaşa keçir. Belə bir mövzudur. Çox maraqlı serialdır, baxmaq tövsiyə olunur. Və ən yaxşı aktyorlar, aktrisalar da elə adlarını çəkdiyim serialın aktyorları, aktrisalarıdır. Bir halda ki, filmlərdən danışdıq və elə bugünkü qonağımız da kino industriyası ilə birbaşa bağlı olan insandır. Mən istərdim filmlər haqqında daha bir kiçik xəbər çatdırım ki, bizim məşhur aktyorumuz Hikmət Rəhimov ikinci filmini təqdim edəcək və bu barədə yeri gəlmişkən Hikmət bəy öz Facebook səhifəsində açıqlama verib və o bildirib ki, onun bu rejissor kimi ikinci tam metrajlı filmidir və filmin təqdimatı 9 fevralda başlayacaq. Biz ona uğurlar arzu edirik. İnanırıq ki, film gözəl alınıb. Bəli, uğurlar Hikmət, uğurlar. Hal-hazırda isə ayrılırıq qısa araya, daha sonra isə bərabərik. Əziz tamaşaçılar, Diktabanı izləyirsiniz. Proqramımız davam edir və bugün çox maraqlı qonağımız var. Bir halda ki, biz verilişimizin əvvəlində çox sayılı kino xəbərlərini sizə çatdırdıq, təqdim etdik və elə eyham da vurduq ki, bugünkü qonağımız da birbaşa olaraq kino industriyası ilə çox bağlı bir insandır. Ümumiyyətlə, maraqlıdır ki, kinoya, filmə maraq yaratmaqda internet resursların rolu nə qədər əhəmiyyətlidir və elə ona görə də bugün qonaq dəvət etmişik. Rejissor, senarist Ramil Ələkbərov bugünkü qonağımızdır. Xoş gördük sizi, Ramil bəy. Xoş gəlmişsiniz. Çox sağ olun. Ümumiyyətlə, bilirik ki, bu günlərdə yeni bir sayt yaradılıb. Həmin bax, bu kino aləmində baş verənləri işıqlandırmaq üçün. Maraqlıdır ki, bu saytın yaradılması əsasən kimin təşəbbüsü idi və kimin təşəbbüsünə yaradılıb? Kino info az. Söhbət bu saytdan gedir. Bəli, söhbət bu saytdan gedir. Sayt haqqında danışıqları artıq biz noyabr ayında başlamışdıq, 2023-cü ilin. Əlisə Cabbarov, hörmətli Əlisə Cabbarov, Azərbaycan Kinematografçılar İttifaqının və Gənc Film İstehsalçıları Assosiasiyasının nümayəndəsi. Əlisə Cabbarov saytın həm ideya müəllifidir, həm də layihə rəhbəridir. Sayt təklif olundu Azərbaycan Respublikası Kino Agentliyinə. Kino Agentliyi bizə maliyyə dəstəyi təmin etdi və Kino Agentliyi maliyyə dəstəyi ilə Kinematografçıların İttifaqının təşkilatı dəstəyi ilə saytımız fəaliyyətə başladı. Biz artıq dekabr ayında saytın ilk işlərini görməyə başladıq və yanvar ayının 10-da saytımız oxucuların, tamaşaçıların ixtiyarına verildi. Bir neçə gün əvvəl yəni. Bir həftədir, təxminən bir həftədir biz fəaliyyətdəyik və çalışırıq ki, bu fəaliyyətdə olduğumuz müddətdə də kino sahəsində, xüsusilə biz nəzərdə tutmuşuq ilk öncə yerli kino istehsalı. Yəni, kino sahəsi, kino mühiti tək istehsalatdan ibarət deyirlər. Yəni, kino mühitini inkişaf eləməsi üçün istehsaldan əlavə olaraq ilk öncə başlamalı təbii ki, təhsildən, kino təhsilindən. Əgər kinoşünaslar, kino yazarları və kino jurnalistləri yetərli qədər inkişaf eləməyibsə ölkədə, kinonun çox sürətli şəkildə inkişafından da söz eləməyə mənə gəlir, dəyməz. Yəni, bunlar bir-birinə daimi olaraq əlaqədə olmalıdır ki, yəni, film əgər nümayişə çıxdısa,
Təbii ki, tamaşaçılar, peşəkar tamaşaçı deyil, bir fikir bildirə bilər film haqqında. Amma bunun qələmə alan, onun haqqında tənqidi fikirlər bildirən kinoşünaslar olmalıdır, kino tənqidçiləri olmalıdır və bu PR-ını, bir növ filmin PR-ını, yəni aparan kino jurnalistlər olmalıdır. Biz də çalışırıq ki, birinci növbədə kino auditoriyasını bir yerə yığaq. Yəni biz onu yeganə mənbədir ki, kino xəbərləri Azərbaycanda bu dəqiqə kino istehsalında baş verən, kino mühitində baş verən, ölkədə baş verən hadisələri işıqlandırır və əsas ikinci məqsədimiz də odur ki, istəyirik sahibkarlarla kino xadimlərini bir platformada birləşdirək. Yəni bizim məsələn elə bölmələrimiz var ki, məsələn kimlərinsə yaxşı ssenariləri var hər hansı bir mövzuda. Bir qovluqda bölməmiz var. O qovluqda nəzərdə tutduğu hazır olan ssenarisi haqqında bir kino xadimi, ssenarist, rejissor, prodüser məlumat verir. Əgər bu mövzu sahibkarın diqqətini çəkə bilərsə, yəni ümid edirik buna ki, bu artıq bir işbirliyi yaransın. Dünən mən oxudum bunu, saytınızı izləyirdim və gördüm ki, xüsusi orada vurğulanıb bu ki, bəs daha çox ona görə açılıb bu sayt ki, işgüzar adamları, biznes adamlarını kino sayəsində cəlb etmək, mən belə başa düşürəm ki, yatırım etsinlər. Hə, dəstək kimi və çox istərdim biz bunu birazdan müzakirə edəyək, məhz bu məsələni, zəhmət olmasa. Hələlik isə belə ümumi danışırıq. Ramin bəy, düzünü deyim, bəzən mən biraz çaşbaş qalıram, çünki ölkədə kino ilə bağlı bir neçə qurum var. Qurumların rəhbərləri, tanınmış adamlar filan. Bəzən bu qurumlar bir-birlərindən yola getmir. Rəhbərlər bir-birlərindən yola getmir, qurumlar bir-birlərindən yola getmir. Nəticədə əziyyət çəkən Azərbaycan kinosudur, kinematografiyadır, yaradıcı insanlardır. Yəni, kino məmurları yox, yaradıcı insanlar və biz tamaşaçılar, kino sevərlər. Təbii, təsir olur. Təəssüflər olsun ki, belədir və yenə də ümid edirik ki, nə vaxtsa bu düzələcək. Amma indi baxıram ki, sayt da çoxdur. Mən misal üçün dünən açdım sizin səhifənizi Facebookda, görürüm ki, orada Kino Biz az yazılıb. Sizin səhifənizdə şəklinizin altında Kino Biz az. Bu sizin şəxsi səhifənizdir Facebookda. Sonra siz deməli Azərbaycan filmin mətbuat katibisiniz və ona aid də sayt var. O hansı saytdır? O sayt deyim. Azərbaycan Filmaz saytı var, yəni Kinostudiyanın öz saytı var, o qurum saytıdır. Qurumun saytıdır. Bundan başqa Azərbaycan Kinematografçılar İttifaqının saytı var, deməli Aki.az. Bu da var və indi misal üçün Kino Info az. Görürsünüz bu ümumiyyətlə yəqin ki, sayt yaratmaqla belə. Bunlar hamısı mənimlə əlaqədə deyil, mən izah edəcəm. Yəni bunlar bu haqda deyin də, ümumilikdə deyin. Sadəcə neçə, yox, müxtəlif saytların olması normaldır. Amma rəsmi qurumlara aid olan, bax bu saytlar, bunları deyin. Və ümumiyyətlə, varmı statistika, neçə sayt var, fərqlilik varmı, filan belə, bax bu haqda danışın bizə. Qurum olaraq, qurumların hər bir qurum, kino istehsalı ilə məşğul olan, yəni production və ya bir ictimai təşkilat olsun, kino ittifaqları kimi, onların qurumunun saytının olması normaldır. Onlar qurumun fəaliyyəti haqqında orada informasiya verirlər. Hər bir dükkanın, hər bir kiçik biznesin öz səhifəsi var, normaldır. Həm saytı, həm sosial şəbəkələrdə profilləri filan. Yəni bu baxımdan bizdə kino ittifaqların saytları var. Azərbaycan Respublikası Kinematografçılar İttifaqı və Azərbaycan Kinematografçılar İttifaqı. Yeri gəlmişkən bu yaxında yəqin ki, onların birləşmə məsələsi gündəmdədir. Onların saytı var. Qurumlar olaraq, məsələn, kino rejissorlar gildiyası var, prodüserlər gildiyası var, onların da qurum saytları var təbii ki. Aktyorların gildiyası var bizdə, yoxsa yox? Aktyorların gildiyası var, Həmidə xanım rəhbərlik eləyir. Həmidə Öməri var. Ondan başqa müxtəlif kino istehsalı ilə məşğul olan, yəni başda Azərbaycan Film Kino Studiyası olmaqla, şirkətlərin, yəni özəl şirkətlərin, özəl qurumların öz saytları mövcuddur. Festivalların? Festivallar var. Qısa metrajlı. Ölkədə festivallar keçirilir. Təbii ki, Bakı Qısa Metrajlı Filmlər Festivalından tutmuş, Doku Baku, Sevil Qadın Filmlər Festivalı var bizdə, Anima Film Festivalı var. Bir neçə festival var ki, bu festivalların özlərinin saytları var təbii ki.
Digər saytlara gəlincə, məsələn, biz bayaq danışdıq ki, kino tənqidçilərinin birləşməyi, film haqqında informasiya verməyi. Bildiyim qədərlə keçən ilin əvvəlinə fəaliyyətə başlayıb, Kino Yazar az saytı var və burada filmlərin, tək yerli yox, xarici filmlərin tənqidi ilə bağlı məqalələr yayımlanır və bu məqalələr yeni personalar, şəxslər, yəni kino tənqidçilər ortaya çıxarır. Yəni, məsələn, tələbə məzun olub yenicə, o öz fikrini harada ifadə edəcək, öz bildiklərini, öz qələmini harada göstərəcək. Bu Kino Yazar az saytı buna bir təşviq verir. Yəni, sən o hər hansı bir filmlə bağlı materialını, məqaləni, yazını burada bizdə yayımlaya bilərsən, məsələn. Yəni, istənilən, belə deyim, kino ilə əlaqəli bir şəxs, tutaq ki, siz söylədiyiniz kimi hansısa bir tələbə də universiteti bitirib və s. orada öz fikrini yaza bilər, rəyini yaza bilər. Məqalə şəklində, yəni göndərilə bu Kinematograflar İttifaqının yaratdığı bir saytdır. Onların dəstək göstərdiyi bir saytdır. Yəni, onu peşəkarları yoxlayır o yazdım və ondan sonra dərc edir. Təbii, yəni ki, orada yazmaq üçün artıq yeni isimlər belə cəlb olunduqca onların yazısı yoxlanılır. Yəni ki, normal kino tənqidi məqalədirsə, onlar yayımlanır. Söhbət Akiyazdan gedir. Kinoyazar.az-dan gedir. Sayt olaraq başqa, məsələn, tutaq ki, əvvəllər mən tələbə olarkən Azərbaycan kinosuna maraqlanmağa başladığım müddətdə burada Türkiyədə təhsil alırdım. Orada, yəni, biz televiziyada gördüyümüz maksimum 20 civarında Azərbaycan filmi var. Yəni, amma Azərbaycan filminin istehsal olan Azərbaycan filminin 100 ili tamam oldu keçən yeri gəlmişəm, xatırladım. Bu 100 il ərzində 260-a yaxın tam metrajlı film, təkcə 260-a yaxın Azərbaycan filmi istehsal edilib. Yəni, bu filmlər haqqında informasiyanı o vaxt bir sayt var idi. Azinet sonluğuna Şamil Əliyev rejissor, onun təşəbbüsü ilə yaradılmışdı. Açıq Cəmiyyət İnstitutu təbii ki, maliyyədə yardım göstərmişdi. Orada mən o informasiyanı, ilkin informasiyanı əldə elədim. Sonra gəldim Kino Rejissorlar Gildiyasından filmləri əldə edib kömək elədilər, baxdım, izlədim. Yəni, mənə həm özüm üçün lazımdır, peşə üçün, məqalələrim üçün, yazılarım üçün, həm də mənə maraqlı gəlir Azərbaycan kinosu hansı miqyasdadır, hansı genişlikdədir. Ondan sonra saytın fəaliyyəti dayandı. Mən 2008-2010-cu ildə, 12-ci illərdə Kinozal.az saytını mən təsis eləmişdim. Bu sayt və indi Kinobiz deyirsiniz. Kinozal.az bir müddət fəaliyyət göstərdim. Sonra təəssüf ki, işlərlə əlaqədar olaraq fəaliyyəti davam etdirə bilmədim. Orada kiçik xəbərlər olurdu, təbii ki, informasiyalar olurdu kino ilə bağlı və məlumat bazası çalışırım. Necə ki, indi kinobiz.az-da mən məlumat bazası yerləşdirməyə çalışıram. Yəni, Azərbaycan kinosunda IMDb saytı kimi, yəni Azərbaycan kinosunda çalışmış insanların informasiya bazası, informasiya məlumat bazası. Həm də reyting məsələsidir. Çünki IMDb əsasən onlarla tanınır. Filmlərin reytingi olacaq. Təbii ki, bunlar istiqamətli gördüyünüz ki, fərqlidir. Amma kinoinfo.az sırf informasiya. Azərbaycan kinosunda və yaxın qonşularda Gürcüstan, Qazaxıstan, Qırğızstan, MDB ölkələri, İran və Türkiyə, yəni bu ərazidə olan bizə daha çox təsir edə biləcək kino mühitində baş verən hadisələr, prosesləri, yəni vaciblərini işıqlandırmağa çalışırıq. Bir halda ki, təkcə Azərbaycan filmləri deyil, saydığınız ölkələrin də filmlərini işıqlandırmaq istəyirsiniz. Niyə görə biraz daha uzağa getmirsiniz? Məsələn, Avropa filmləri, Amerika Birləşmiş Ştatlarının istehsalı. Bizim məqsədimiz oldu ki, Azərbaycan kino mühitinin inkişafına dəstək verək. Bunun üçün biz bizim kimi ölkələrlə, bizim kimi formasiyadan çıxmış ölkələrin, yəni əhalisi daha çox bizə yaxın ölkələrin hansı proseslər, məsələn, tutaq ki, bu yaxında analitik məqalələr yayımladıq. Yəni, bir həftə açılmağına baxmayaraq Qazaxıstan, Qırğızstan, Gürcüstan kinosu ilə bağlı analitik məqalələr var. Yəni, film istehsalının hansı səviyyədə olduğu, yəni kəmiyyət baxımından və keyfiyyət baxımından artıq tamaşaçı, yəni izləyici açıb oradan görə bilər. Özü aktiv başlamısınız, o yaxşıdır. Ben dünən sayta baxdım. Görürəm ki, misal üçün son xəbərlər hamısı var. Belə aktiv işlənir, ümid edirəm elə də davam edəcəksiniz. Çünki mən Akiyaz'a daxil oldum. Akiyaz'da sonuncu xəbər ayın 11-nə aid idi. Və düşündüm ki, 6 gün keçib. Yəni 6 gün ərzində ola bilməz axı ki,
kino aləmində heç nə baş verməsin bizdə və xaricdə. Ən azından Emmy mükafatı misal üçün təqdim olunub xaricdə, yəni nüfuzlu Yəni mükafatlardan. dediyim kimi bunlar profili istiqamət fərqlidir. Yəni Akyaz qurum saytıdır. İttifaqın kinematografçılar Yox, İttifaqının. bilirəm. Demək istəyirəm ki, başlayın. sayt varsa, bu sayt işləməlidir. Təbii, Onu demək təbii, istəyirəm. təbii. Yəni saytı açırsan və sən təzə, qaynar bir xəbər görməlisən, oxumalısan da. 6 günün xəbəri bir qədər köhnəlir. Ramil bəy, bəs bu saytı yaratmısınız, hər şey yaxşıdır, Layiq xanım dediyi kimi, yəni dolu-doludur, məlumat bolluğu var və s. Amma sizin özünüzün bu saytı yaradarkən ağlınızda olanlar, düşündükləriniz nədir? Yəni hədəf kütləniz kimdir? Daha çox kim istəyirsiniz ki, bax bu saytla mütəmadi olaraq əlaqədə olsun, açsın, baxsın, yoxlasın? Birinci hədəf kütləmiz təbii ki, Azərbaycanda yaşayan kinematografçılardır. Yəni onların məlumatı olsun ki, həmkarı hansı işlə məşğuldur, həmkarın. Bu bir növ bəlkə də bir rəqabətə də gətirə bilər ki, artıq biz o qovluqda bölməsində məsələn qoyuruq ki, hansı filmi çəkməyi nəzərdə tutur, hansı mövzuda senarisi var. Bölmələri mən aydınlaşdırdım. Çox maraqlı bölmələrdir, yeri gəlmişkən. Qovluqda, bəli, meydanda. Yəni birinci qovluqdur. Qovluq, yəni ki, nəzərdə tutduğumuz hazır senarim var, ya prodüser ola bilər, senarist ola bilər, rejissor ola bilər, əsas bu və ya tutaq ki, ola bilər aktrisa, aktyor olsun, o desin ki, mən filan filmə dəvət almışam, hələ çəkilişləri başlamayıb. O da bir informasiyadır qovluqda bölməsi üçün. Meydanda, yəni çəkilişləri davam edən, hələ ekrana çıxmayan filmlər. Budur. Bəli, meydanda odur. Mən siz necə onu qəbul etdim meydanda oxuyanda? Düşündüm ki, yəni hal-hazırda meydandadır. Çəkiliş meydançası. Yəni ajataj var ətrafında. Bildiniz necə? Yəni hardasa bir növ. Maraq var. Özü açan gibi gördüm əqrəb mövsümü haqda yazıblar orada. Dedim 100% ilə mən fikirləşdim də, amma başqa bir şeymiş. Başqa bir şey. Yəni çəkiliş meydançasında onlar Hal-hazırda işlər gedir. çəkilişdədir. Ona görə yəni çəkiliş meydançasında olan. Yəni biz bu adları seçərkən müxtəlif variantlar fikirləşdik. Fikirləşirdiniz, hə. Yəni təkliflər edə axırda bir-birinə uyğunluğa görə bu şəkildə razılaşdıq. Ekranda artıq təbii ki, nümayişi baş verən filmlərdir və nümayişi yaxın bir həftə 10 gün ərzində gözlənilən filmlərdir. Sonra TV-də televiziyalarda kino istehsalı davamlı olaraq artıq xüsusi ictimai televiziyada seriallar, sənədli filmlər. TV-də də əqrəb mövsümü ilə yeri gəlmişkən, axırıncı xəbər oydu. Yəni İri planda. İri planda daha çox biz müsahibələr, kino personaları ola bilsin, kimisə tanıtmaq məqsədi ilə, tutaq ki, rejissoru, aktyoru, aktrisanı. Ümumi plan bəs nə? Ümumi planda tədbirlərdir. Bura daxildə tədbirlərdir, festivallardır, digər və arkada var. Yəni kino agentliyinin, yəni dövlətin birbaşa fəaliyyətini işıqlandırmaq üçün kino sahəsində hansı işlər görülür. Təbii ki, bəzi xəbərlər var ki, bir neçə bölməyə girə bilir. O normaldır. Yəni filmin təqdimatı bu həm ekranda girir, həm tədbirlərə girir, ümumi planda girir. Sonda da analitikadır. Analitika var. Orada dediyiniz kimi yəni analitik statistikalar, analitik məqalələr, bu tipli reytinqlər olacaq. Yəni şəxslərin, kinoşünasların, kino tənqidçiləri, məsələn, hər hansı bir 2023-cü ildə çəkilmiş filmlərlə bağlı bir reyting siyasi ola bilər. Bu şəkildə nəzərdə tutmuşuq. Auditoriyaya gəlinir, siz auditoriyadan dediniz. Əsas biz nəzərdə tutmuşuq ki, kino xadimləri, kino sahəsində olan insanlar bir-birindən xəbərdar olsunlar, nələr baş verir. İkinci, bizim siz vurğuladığınız o biznes sahibkarlar. Yəni bir Nələri başda açıqlamısınız orada. Platform olmalı ki, yəni biz də bunu bir platforma kimi nəzərdə tutmuşuq ki, bunlar bir yerdə görüşə bilsinlər. Yəni ən azından informasiya alsınlar, hələ ki bu uzun müddətli prosesdir təbii ki. Yəni informasiya veriləcək, məlumat veriləcək, alınacaq, kim işlərlə yəni tanış olacaqlar, filan kəsin məsələn tutaq ki, belə bir senarisi var. O şəxsin işlərini saytda axtarsalar tapacaqlar, hansı işləri var. Görürlər maraqlıdır və sahibkar ola bilsin ki, bu filmə dəstək göstərdi. Yəni bu nəzərdə tutulub bu şəkildə. Bəli, buyurun. Auditoriyamız budur, bundan ibarətdir. Təbii ki, biz yəni hazırda tək kiçik komanda olsaq da, kiçik bir komanda ilə işləyirik və çalışırıq ki, əməkdaşlıq ilə kino sahəsində olan insanlar. Məsələn, kino yazar saytı ilə və Kinematografçılar İttifaqı təşkilatı dəstək verir, onlarla əməkdaşlıq daim olaraq davam edir. Bu şəkildə.
Ramil bəy, Nurlanın sualının davamı kimi, biz ki bunu artıq müzakirə edirik, bir şey qeyd etmək istəyirəm. Mən qətiyyən demirəm ki, siz haqlı deyilsiniz. Yox. Bunu demək üçün mən gərək özümü sizin yerinizə qoyum, orada olum, bilim ki, nə var, nə yox. Və mən çox gözəl başa düşürəm situasiyanı. Ona görə heç vaxt bunu deyə bilmərəm ki, haqlı deyilsiniz. Təbii ki, haqlısınız ki, auditoriyanı məhz biznes adamlarını nəzərdə tutursunuz. Onları cəlb etmək istəyirsiniz Azərbaycan kinosuna. Bəli. Amma qlobal düşünsək, ümumilikdə desək, bu nə dərəcədə düzgündür ki, hətta o dərəcəyə gəlib çatıb ki, sayt açılmaq da məcburiyyətindəyik ki, ay biznes adamları gəlin, yatırım edin, film çəkək. Axı bunu onlar etməməlidir. Onlar istəyirlərsə elə bilərlər. Mən bilirəm, misal üçün, var elə filmlər, pərdə filmi səhv etmirəmsə, elə birinci pərdə çəkiləndə Emil Quliyevlə biznes adamları deyəsən yatırım etmişlərsə, prodüser idilər, səhv etmirəmsə. Bu normaldır, bu hər yerdə ola bilər. Bəzən olur ki, kimsə melodrama çəkdirir, Azərbaycanda bu da olubdur. Xanım öz sevgi həyatını, misal üçün bir tarixçəsini işıqlandırıb, əks etdir. Bu da olur. Amma ümumiyyətlə, belə olmamalıdır axı, yox sizcə? Yəni... Təbii ki, belə olmamalı. Yəni, bizdə proses artıq 125 illik kino tariximiz varsa, bu proses çoxdan başlamalıdır, getməlidir. Yəni, prodüserlər, yəni, normal şəkildə fəaliyyət göstərməlidir və prodüserlər kinoya maliyyə cəlb edə bilməlidir. Təəssüf ki, bizdə bu proses biraz zəif gedib. Təbii, bunun müxtəlif səbəbləri ola bilər. Yəni, sahibkarlar tərəfindən nə səbəblər ola bilər, səbəbini deyə bilərlər, vergi ilə problem yaşamaq. Yəni, biz belə təkliflər də verildi. Hətta bu yaxında vergi güzəştləri də elan olundu ki, makro sahibkarlara 200 mindən çox əgər illik dövriyyəsi varsa o şirkətlərə il ərzində sonda mənfəətdən 75%, mənfəət vergisindən 75% hissəsi güzəşt olunur. Yəni, yavaş-yavaş Azərbaycan Respublikası Kino Agentliyi də bu sahədə istiqamətdə işlər görür ki, müxtəlif kino sahəsində güzəştlər, həm vergi güzəştləri, həm digər maliyyə güzəştləri əldə olunsun. Yəni, bu bizim işimiz deyil. Yəni, kino xəbər saytının işi deyil təbii ki. Amma bir formadır, bir müstəvidir. Yəni, bunu biz əgər bir yerə gətirə bilsək, yəni biz sahibkarı inandıra bilsək ki, Azərbaycanda kino var, yəni belə bir tamaşaçılar arasında da belə, yəni sorğu çıxsa ki, film çəkilmir. Amma görmürlər film çəkilmədiyini. Təbii ki, televiziyalarda klassik filmlərin təxminən bayaq dediyim kimi 20 film ətrafında dönürsə əgər 260 filmdən, tamaşaçılar əvvəlki filmləri görüb onları bilirlər. Yeni filmlərlə çox az tamaşaçı tanış olur. Tanış olsa belə sonra unudur ki, ondan sorğu götürüləndə deyir ki, yeni filmlərə baxmamışam. Amma əslində baxıb sadəcə yadında deyil. Bunu çox, böyük hissəsində böyük ehtimal baxıb. Yəni, televiziyalar bayramlarda daim olaraq, kommersiya filmlərini daim olaraq göstərirlər. Yəni, platformanın, bizim saytın bir məqsədi də budur. Yəni, sadə tamaşaçı da izləyə bilsin ki, hansı filmlər var. Yeri gəlmişkən, mühit də yavaş-yavaş, məsələn, biz indi bu işlə iç-içi olduğumuz üçün görürük. Yəni, yanvar, bu tarixlərdə, yanvarda, fevralda bir xeyli filmin təqdimatı gözlənilir, yerli filmlərin. Yəni, keçən il belə deyildi. Keçən il filmlərin statistikə baxsaq daha az idi. Az idi. Yəni, artım görünür. Yəni, müxtəlif... Canlanma var. Canlanma var. Yəni, bu canlanma inşallah davam edirlər. Biz də istəyirik ki, bu canlanmaya bir dəstək ver, hər hansı bir şəkildə. Yəni, onların informasiyasını verərək, PR-ını apararaq, tamaşaçı üçün bir məlumat bazası yaradaraq bir dəstəyimizi bildirək. Çox sağ olun, təşəkkür edirik buna görə. Savab iş görürsünüz. Bunu dəqiq deyə bilərik. Biz deyəsən qısa araya keçirik, müvəqqəti. Sonra qayıdıb söhbətimizi davam edəcəyik. Olar, buyurun. İctimai televiziyanın efirində Diktaban verilişi davam edir və bugünkü qonağımız senarist, rejissor Ramil Ələkbərovdur və Ramil müəllimlə biz bugün kinodan danışırıq. Maraqlı, bizi maraqlandıran və həm də ola bilər sizin marağınızda olan sualları ona ünvanlayırıq. Ramil bəy, verilişimizin əvvəlində siz belə bir ifadə işlətdiniz ki,
peşəkar tamaşaçı istəyir dəyər versin. Bax, peşəkar tamaşaçı siz kimə deyirsiniz və kimlər hesab olunur peşəkar tamaşaçılar? Tamaşaçı peşəkar ola bilərmi? Necə ola bilər, hə? Məsələn, tutaq ki, mən Nurlan xanım, sizin bilmirəm film izləmək məsələnizin. Məsələn, İlahədə xanımdan məndən xəbərim daha var ki, yaxşıdır. yəni kinomandır. Yəni peşəkar tamaşaçı mən onu nəzərdə edirəm. Kinomanlar, kinodan xəbəri olan, filmi bir-birindən ayıra bilən, yəni ki, Rejissor işini Məlumatlı ayıra olan. bilən. məlumatlı olan və biraz obyektiv qiymət verə bilən. Yəni tamaşaçı çoxdur, yəni tamaşaçının zövqü də müxtəlifdir. Yəni peşəkar tamaşaçının da zövqü müxtəlifdir. Elə bir tamaşaçı olar ki, onun zövqü sırf qorxu filmləri olsun. O qorxu filmlərini sevsin, izləsin, digər filmlərinə çox yaxşı yanaşmasın. Yəni peşəkar tamaşaçı deyəndə bunu nəzərdə tuturam ki, dəyərləndirə bilən adam. İzləmə başqa, bir də dəyərləndirə bilən. Biraz daha dərin Bir bilən, balaca, hə, yəni ki, daha dərin məlumat olan. Peşəkar kinematografçı, kinoşünas, kino tənqidçi yox, tamaşaçıdır, amma yəni bilir, xəbəri var mühitdən və ən azından kinodan xəbəri var, yəni filmin janrlardan xəbəri var, dəyərləndirə bilir ki, bu hansı dərəcədə yaxşı filmdir, bu şəkildə. Ramil bəy, ümumiyyətlə senarist kimi və rejissor kimi çıxış etdiyiniz ən maraqlı layihələrinizdən istərdim danışasınız. Mən uzun müddət burada çalışmışam, ictimai televiziyada çalışmışam. Həmkarımız olmuş. Bəli, yəni redaktor kimi, Yəqin senari müxtəlif müəllifi verilişlərdə kimi çalışmısınız. verilişlərdə həm də uzun, yəni xeyli sənədli filmlər istehsal eləmişik. Yəni bu sənədli filmlər, müxtəlif layihələr, məsələn, tutaq Keskin Mondulunur, heç nə yaddan çıxmır, milli qəhrəmanlarla bağlı rejissor Elmar Orucovla bir yerdə işləmişik uzun müddət, sənədli filmlər çəkmişik və bunu qrup yenə davam edir, istehsala davam edir. Buranın rejissorlarından Elçin Qasımlı ilə, Nəsim Məmmədovla və bir neçə rejissorlarla işbirliyi. Yəni, maraqlı filmlər çoxdur. Bilirsiniz, senarist biraz öz senarisini qısqanc yanaşır. Bilmirəm, xəbərinizdə qısqanc yanaşır. Niyə görə senaristlərdən əksəriyyəti gəlib rejissor olmaq istəyir? Ki o düşünür ki, onun senarisini özü kimi heç kim hiss edib Bəli, o məsələ var, hiss etmə məsələsi var. Dəyişiklik etmək istəmir. Yəni dəyişiklik də ola bilər. Ola bilsin dəyişiklik, müsbət dəyişiklik olsun senaristin. Yəni o bir növ bu frekans tezlik məsələsi də rejissorla senaristin tezliyi bir-birinə uyğun gəlsin. Yəni o olanda yəni nəticədə mənə elə gəlir yaxşı olur. Yəni layihələr bir-birindən ayırmaq istəmirəm. Yaxşı layihələr çox olub. İşlədiyimiz layihələr kənarda da kommersiya layihələr olub, televiziyada olub. Bu şəkildə. Amma özünüzün həm senaristi olduğunuz, həm də rejissoru olduğunuz olub belə bir layihəniz? Mən çox əvvəl sırf rejissorluqla məşğul olmuşam, sənədli filmlər olub. Kino sahəsilə bağlı, müxtəlif şəxslərlə bağlı sənədli filmlər hazırlamışam. Bədii film olaraq rejissoru eləməmişəm. Bədii filmlərin senari, animasiya senaristi yazmışam, bədii film və serial və sənədli film. Yəni ayırmaq istəmirəm bir-birinə. Təbii ki, sifarişin keyfiyyətindən asılıdır, filmin gözəl alınması. Sonra ssenarin gözəlliyindən asılıdır və təbii ki, rejissorun bunu reallaşdırmaq bacarığından asılıdır. Mənim yadımdadır, Azər Aydəmir müsahibələrin birində, bəlkə də bizdə də kitabında onu demişdi, danışmışdı, əhvalatı söyləmişdi ki, Əqrəb mövsümünü, deməli, Azər Aydəmir senarisini yazıb, serialın. Amma kitabın müəllifi var, Ceyhun bəy və deməli, baş qəhrəmanlardan biri, səhv etmirəmsə, Rauf rolunu, yəni Azər Aydəmir oynayıb da, deyəsən, Rauf heç kitabda yoxdur. Mən bilən orada tək Hikmət Rəhimovun oynadığı Kənan Orucov idi, səhv etmirəmsə, Kənan idi. Bu, yalnız bu personaj idi. Və Azər Aydəmir danışır, deyir ki, personajın adını dəyişmək istədim. Yəni, ya Azəridir, ya Emil Quliyev dedi bu haqda. Rejissor, ikisindən biri nəysə. Kənan Orucun adı dəyişmək istədilər də, o müstəntiqin adını dəyişmək istədilər ki, nəsə başqa ad qoymaq istədilər. Niyə başqa ad? Bilmirəm. Və yazıcı, müəllif, kitab müəllifi dedi ki, yox, o Kənan Orucu qalacaq odur. Ümumiyyətlə, məndə silsilə kitabları da onun adı ilə falan. Bəs yəni, deyir ki, əməlli baş narazılığını bildirdi ki, belə də prinsip ki, yox.
Yox, o ad qalmalıdır, o mənim qəhrəmanımdır, mən istəyirəm də belə bir qədər. O dedizə ki, müəlliflər qısqanc yanaşır. Hə, yəni belə. Amma kompromisə getdilər. Necə bir bədii film çəkmək istəyərdiniz? Əgər belə bir məsuliyyət sizin çiyinlərinizə qoyulsaydı ki, hansı janrda film çəkmək məsələn arzusun var ürəyinizdə? Mənim özümün hazır ssenarilərim var, bədii film ssenariləri. Bunlar əsasən dram janrındadır. Daha çox mistik dram da var, melodram da var, dram var. Yəni bu istiqamətdə əgər özüm çəkməyi hələ fikirləşmirəm. Yəni rejissor kimi bədii film çəkməyi. Amma ki bu ssenarilərimin çəkilməyini istəyərdim. Yəni sırf dram janrında filmlərdir. Yəni əslində janrın əhəmiyyəti yoxdur. Yəni hekayənin maraqlı olmağı, filmin maraqlı olmağına gətirib çıxarır. Mən həm də Mədəniyyət və İncəsənət Universitetində ssenaridən dərs deyirəm. Orada tələbələrlə daim ünsiyyətdə oluruq, yəni dərs keçirik və onların fikirləri də yəni maraqlıdır mənə həqiqətən. Yəni hekayəni tapan insanı, bir ideyanı, bir formanı tapan insanı yönləndirmək asandır. Ssenarinin qaydalarına, formalarına, formatına uyğunlaşdırmaq, istiqamət. Yəni böyük ssenaristdə deyirlər, ssenari yazmaq əslində riyaziyyat kimi bir şeydir, formuladır. Formulaları düzgün yerinə qoysan, yəni struktura uyğun hərəkət eləsən, filmin alınacaq sənin. Necə ki, biz indi baxırıq, əksər filmləri, blockbuster filmləri, yəni çox kütləvi izlənən filmlərinə baxsaq, struktur olaraq görürsünüz ki, o 3 aktlı, 3 mərhələli struktur deyirlər də, bir-birini indi. Bir qəhrəmanı çıxart, başqa bir qəhrəman qoy, sadəcə olaraq bir detallar dəyişir. Bu detallara, o gözəllik də o detallarda olur. Əgər detallar daha yaxşı olursa, filmin marağı da, yəni ssenarinin marağı da artır. Siz, misal üçün, Milli Qəhrəmanlar Haqqında sənədli filmlərin ssenari müəllifisiz. İstəməzsiniz bədii film çəkəsiz, yəni rejissorla birlikdə ssenari yazasınız, məhz 44 günlük müharibə haqqında. Çünki ümumiyyətlə sizin fikrinizi öyrənmək istərdi, Ramil bəy. 3 il keçib də müharibədən. Necə bilirsiniz? Çünki bəzən biz giləylənirik, tamaşaçılar, adi vətəndaşlar giləyələnirlər ki, kifayət qədər film çəkilməyibdir 3 il ərzində. Azdır, var, amma azdır. Daha çox olmalıdır. Düzdür, bizim bazarımız Rusiya ilə müqayisə edilə bilməz. Amma görün, neçə il keçib 2-ci Dünya Savaşından, müharibəsindən. Amma Rusiya hələ də onlar üçün bu nömrə 1 olan mövzulardan biridir. Hələ də yeni filmlər, seriallar çəkilir bu haqda. Alman faşizminə qalib gəliblər filan belə. Hələ də bitmir bu mövzularda. Necə düşünürsünüz? Həqiqətən az film çəkilir və əgər belədirsə, səbəbi nədədir? Niyə? Və siz özünüz qatılmaq istəmirsiniz bu işə? Yəni, bədii film əslində çox, yəni digər sənətləri götürsə, rəssamlıqdır, digər sənətlərdir, musiqidir, daha rahat başa gəlir. Necə başa gəlir? Yəni, sənətkar, məsələn, bəstəkar oturub musiqisini yaza bilər, ev şəraitində, operasını yaza bilər, bəstələyə bilər və ya mahnısını bəstələyə bilər, rəssam da eyni şəkildə. Daha asandır. Bəli, amma rejissor, məsələn, mən ssenarimi yaza bilərəm. Evdə onu çəkə bilmərsiniz. Ssenarini yazdım, amma bu ssenari reallaşdırmadıqca, müddətcə, yəni film olmadıqca ssenari olaraq qalacaq mənim papqamda, qovluğumda. Yəni, tamaşaçıya çatmayacaq təbii ki. Bunun istehsal olunması üçün büdcə tələb olunur. Birinci məsələ maliyyə məsələsi. Maliyyə məsələsi, yəni, inanmıram ki, özəl şirkətlər, yəni müharibə mövzusunda film çəkmək çətindir də. Yəni, onun partlayışları var, kütləvi səhnələri var, yəni nisbətən daha büdcəli işdir. Büdcə olmalı deməli başda. Biz melodram çəksəm şəhər şəraitində daha az büdcə başa gəlir, amma müharibə film istənilən şəkildə büdcəni artırır. Müharibəyə aid olan bir ailə hekayəsi ola bilər ki, ona büdcə çox tələb olunmur. Yəni elə əslində çəkilir, filmlər çəkilir. Çəkilir, əslində çəkilir. Azərbaycan Film Kinosu'dan İctimai Televizyanın orta bir layihəsi var. Görünməyən qəhrəmanlar silsiləsidir. Müxtəlif təşkil qurumların, ordu hissələrinin böyük vətən müharibəsində, yəni 20-ci ildə göstərdiyi, yəni keçdiyi yol, vətən müharibəsində keçdiyi yolu göstərmişik. 12 film çəkilib olunan sənədli filmdir bunlar.
Bunların ikisində şəxsən mən özüm də yaradıcı heyətdə iştirak eləmişəm. Yəni əslində gəzmişik, yəni müsahibələr almışıq həm hərbi hava qüvvələri ilə bağlı olan filmdə, həm də daxili qoşunların xüsusi təyinatlı hissələrinin olan filmdə mən özüm də iştirak eləmişəm. Yəni çox yaxşı hadisələr, hekayələr, real qəhrəmanlıq hadisələri var. Yəni danışırlar iştirakçılar, şahidlər, əskərlər, zabitlər. Sadəcə olaraq bunları birləşdirib, ssenari şəklini gətirib, bir şəxsin timsalında bir personaj obraz yaradıb, xəyali bir obrazda ola bilər, real qəhrəman da ola bilər, amma hadisələr, yəni hadisə uydurmağa ehtiyac yoxdur, real hadisələr çoxdur. Bəli, o qədərdir ki. Qəhrəmanı, yəni yetərli qədər qəhrəmanlıq hadisələrdir. Sadəcə olaraq bunu o ssenari strukturuna uyğunlaşdırıb yazmaq lazımdır. Təbii ki, inanıram ki, belə ssenarilər də çoxdur, yazılıb artıq. Reallaşdırmağa gələndə, məsələn, tutaq ki, mən buradayım ilahi filminə bilmirəm, baxmısınız ya yox. Kinoteatrlarda gedirdi, səhv etmirəmsə. Gedirdi, keçən kinoteatrda. O, müharibə fonunda baş verən hadisələrdir. Belə tam metrajlı filmlər, qısa metrajlı filmlər... Vaqif Mustafayev çəkdiyi odur? Yox. Həyat deyəsən gözəldir. Həyat gözəl, onu Vaqif Mustafayev çəkib. Məsələn, o da müharibədən sonra çəkilən filmlərdən biridir, müharibə ilə. Birbaşa müharibə ilə əlaqədar olan filmlərdir bunlar. Çəkilir, amma tamaşaçı dediyimiz o peşəkar tamaşaçı biraz xəbərdar olur, amma geniş kütlənin xəbəri yoxdur. Biz keçən dəfə bir Azərbaycan filmlə bağlı statistika hazırlamışdıq. Sırf Qarabağla bağlı, yəni sorğu gəlmişdi hansısa media orqanından. 93, yəni Fəryad filmindən etibarən Qarabağla bağlı filmlər çox çəkilib. İstər Dolu filmi olsun, indi Biz Qayıdacaq filmi olsun, Elxan Qasımovun filmi. Yəni Bəli, var, amma... Çox filmlər var. Niyə bəs bu qədər yadda qalmır? Yadda qalmır, təbii ki. Yəni 20-yə yaxın sanki. Yəni biz daimi olaraq yəqin ki, onu biz tamaşasının nəzərinə çatdırmalıyıq ki, bu Qarabağ hadisələri ilə bağlı filmlər xeyli çəkilib. İndi məsələ qaldı Vətən qələbədən sonra çəkilən filmlərə. Onunla da bağlı dediyim kimi, Vaqif Mustafayevdir, mən buradayım ilahi filmlər, bu dəqiqə mənim yadımda olan, onların adlarını çəkə bildim. Rasim Cəfər birində... Orada elə mən buradayım ilahidə başroldadır Rasim Cəfər. Yəni filmlər çəkilir, istehsallı, yəni bütöv tam metrajlı film çəkmək biraz maliyyə, büdcə tələb olduğu üçün biraz gec istehsal olunacaq. Təbii ki, dövlət dəstəyi də lazımdır. Biz, məsələn, Azərbaycan Film Kino Studiyası olaraq biz 2021-ci ildə elan eləmişdik ssenari müsabiqəsi. Ssenari müsabiqəsinin qalibələri oldu. Sırf Qarabağla bağlı, Qarabağ mövzusu ilə bağlı. O, yaxşı ssenarilər göndərilmişdi. Münsiflər heyəti 3 qalib seçdi. Birinci, ikinci, üçüncü yer. Biz onlara təbii ki, mükafat olaraq təqdim elədik ssenaristlərə. Həm sertifikatlar, həm pul mükafatı. Sadəcə olaraq biz onu reallaşdırmaq üçün artıq seçilmiş ssenarilərdir. Bunu reallaşdırmaq üçün dəstək lazımdır. Film çəkmək üçün dəstək lazımdır. Yəni ssenarilər çoxdur, amma o filmin istehsal üçün İlk növbədə belə böyük bütçəli filmlərdə dövlət dəstəyi lazımdır. İnşallah Mədəniyyət Naziri bütün bunların hamısını nəzərə alar və belə filmlər həqiqətən də lazımdır. Amma bir halda ki, siz yeni bir sayt yaratmışsınız. Bax, biz qeylələnirik ki, əslində müharibə ilə bağlı bir neçə film var, 20-yə yaxın film var və s. insanlar görməyib, izlənməyib və tək onlar deyil. Siz verilişdə, fasilədə də biz bu haqda danışdıq ki, o qədər yerli istehsal olan filmlər var ki, insanlar baxır, izləyir, amma sonra soruşanda ondur ki, ümumiyyətlə baxıb. Siz yeni sayt olaraq belə bir fikir bəlkə, mən söyleyeyim, bəlkə də ağlınıza gəlib, həmin o rejissorlarla danışa bilərsinizmi ki, onlar öz filmlərini sizə təqdim etsinlər və o filmləri siz öz saytınızda yerləşdirəsiniz və ora daxil olan insanlar həm də filmləri izləmiş olsunlar. Çünki, məsələn, o filmlərin bir çox hissəsi YouTube-da yoxdur axı. Yəni, bir izləyicinin ən azından xəbəri olsun ki, belə bir film var. Ola bilər boş vaxtında, asudə vaxtında həmin o filmləri izləyə bilər. Yəni belə bir bunu həm də auditoriyanın fikrini, diqqətini saytınıza yönəltmək üçün mənə görə istifadə edə bilərsiniz, deyilmi? Ola bilər. Deməli, güclü texniki. Yox, bizim Azərbaycan Film Kino Studiyası, yəni biz 2 il bundan əvvəl başladıq ki, YouTube kanalımız var idi. O YouTube kanalına filmlərimizi keyfiyyətli şəkildə oradan linklər də ola bilər. Artıq Azərbaycan Film Kino Studiyasının istehsal olan bütün filmlər artıq orada var. Nə gözəl. Bayaq adlarını çəkdiyim filmlərin əksəriyyəti orada izlənilə bilər. İzlənir də, yəni xeyli tamaşaçı izləyir.
Özəl şirkətlərinə gəlincə isə onların əksəriyyəti YouTube-da var. Yəni bu sadəcə olaraq tamaşaçı izləmək istəyirsə axtarışa verməlidir. Necə ki, axtarışa vermək məsələn kiminsə ağlına gəlmir də ki, bu gün nə kinoya baxım. Amma o sayta girəndə ən azından filmin belə deyim də üz qabığı və onun linki YouTube səhifəsi olsa, yəni teaser ola bilər. Teaserlar ən azından treyler və teaser kimi də ola bilər. Qısa onu yerləşdirə bilərsiniz. Adını necə kinoteatrların saytında olur, kinoteatr saytında ad, xronometraj, baş rollarda kim, rejissor kim və qısa məlumat nə haqqdadır və balaca bir balaca ya YouTube-a link və yaxud da treyler kimi də, yəni belə balaca ki, ən azından maraqlı dediyiniz məsələləri biz yeni filmlərlə, bu artıq dekabrdan etibarən kinoteatrda nələr göstərirsə, ondan bağlı dediyiniz bütün informasiyaları o şəkildə biz yerləşdiririk. Amma çəkilmiş olanlar da hayf olmasın. Çəkilmiş olanlar, onlar biraz müəllif hüquqları məsələləri. Danışın da ki, senaristlər müqavilə bağlansın, yüklənsin. Bəzən senaristlərdən asılı olmur. Mən bildiyimə görə, misal üçün, elə filmlər var ki, tutalım, bir şirkət çəkibdir. Təbii ki. Və müəllif hüququ, haqlar hamısı şirkətə aiddir və yalnız şirkət onu öz efirində göstərə bilir. Və YouTube-a yerləşdiribsə, YouTube-da yayımlaya bilər. Yəni öz istehsas yayımlayır. YouTube-a yerləşdirə də bilər, yerləşdirə bilməyə də bilər. Mən bilirəm ki, bəzi filmlər gedib çata bilmir tamaşaçıya. Hətta YouTube-da varsa da belə mənə gəlir ki, heç bir belə deyim də, böyük bir iş ortaya qoyulmuş. YouTube-da əksəriyyəti var. Yəni, Azərbaycan Film Kino Studiyasının YouTube-una girsəz əgər, orada xeyli filmlər, biz qısa metrajlılar, tamaşaçılar çox rəylər yazırlar ki, bu filmi ilk dəfə görürəm. Yəni, elə filmlər də yerləşdirib. Bütün filmlərin keyfiyyətli versiyada biz Film Fonddan, Kino Rejissorlar Gildiyasını əldə edib, ən uyğun variantını yerləşdiririk YouTube-a. Yəni, bu tamaşaçı, peşəkar tamaşaçı, necə ki, biz, məsələn, xaricdə bir film çıxıb, festivalları gəzib və bizim kinoteatrlara gəlmə şansı yoxdur. Məsələn, Nuri Bilge Ceylanın son filmi. Peşəkar tamaşaçı istəsə, onu internetdən axtarışa verib, hər hansı bir formada tapıb onu izləyə bilir. Eyni şəkildə. Biz, amma Azərbaycan filmlərini izləmək daha rahat. Pirat versiyasında, yəni, olmaz və istəmirik. Azərbaycan filmlərini izləmək daha rahatdır. Bizdə YouTube-da, yəni, hər biri kommersiya filmlərinin əksəriyyəti, yəni, nümayişə çıxandan bir müddət sonra, 2 il sonra, 1 il sonra artıq YouTube-a yerləşdirirlər. Eyni şəkildə bax, onu da ona görə eləyirlər ki, o çəkdikləri zəhmət hədər getməsin. Çünki kinoteatrları çıxarırlar, lazım istədikləri kimi effekti almırlar. Büdcə də o qədər toplaya bilmirlər. Ona görə də məcburiyyətdən bunu artıq YouTube-a qoyurlar. Mən də deyirəm ki, yəni sizin sayınızda da yaxşı olar ki, bu kimi filmləri... Təbii ki, yaxşı təklifdir. Məncə, hər bir rejissor istəyər ki, onun zəhmət hədər getməsin. Yəni, istehsalçılarla müqavilə bağlanıb, danışıqlar aparılıb, o yerləşdirilə bilər. Çünki bizdə, məsələn, filmlərin platforması olan elə bir sayt yoxdur. Xarici saytlar çoxdur, elementar, yəni elə sən də söylədin, pirat filmlər də yerləşdirirlər, amma insanlar girir, daxil olur sayta. İzləyib baxmaq. Oturub pis keyfiyyətdə də olsa, amma oturur baxır da. Yəni, amma bizdə bu cür keyfiyyətlə yaxşı filmlərimiz var ikən, niyə hədər olsun? Əslində, Nurlanla dediyinə mən qatılıram tam olaraq. Söhbət siz nədən gedir, Ramil bəy? Deyəndə ki, Qarabağ savaşına aid olan film fərq etmir də biz 1-ci Qarabağ müharibəsini deyirik, yoxsa 44 günlüyü deyirik, fərq eləmir. Deyən kimi, bax, dərhal, gəlin çıxaq, cəmaatdan soruşaq. Qarabağ müharibəsi film. Mən əminliklə deyirəm ki, əksəriyyəti fəryad deyəcək. Bəli. Ancaq o yadda qalıb. Fəryad deyəcək. Çox o göstərilib, ona görə. Fəryad yadda qalıb. Bilirsiniz, tək ona görə yox ki, çoxdan çəkilib. Həm də aktyorlara görə. Tək Məlik Dadaşova görə, Cihimə görə, tək buna görə yox. Ya ümumiyyətlə çox göstərilib, yəni nəsə yadda qalıb da. Amma indi bir neçə filmlər var, cəmaatın heç xəbəri yoxdur. Kimsə kinoteatra gəlib çatdıra bilmədi. Kinoteatrda müəyyən vaxtda olur, 2 həftə, 3 həftə. Bəzən görürlər ki, gəlmir, cəmaat heç az olur, 1 həftə falan olur. Kimsə çatdırmadı işlə əlaqədar, amma evdə oturub baxmaq istəyir. İndi cəmaat evdə oturur, baxır da. Misal üçün, Netflix olan zəmanədə biz yaşayırıq. Başa düşürsünüz. Və ən azından elə bir sayt olsun ki, sizin Kino Info az. Girək ora, axtarışa verək ki, Qarabağ müharibəsinə aid olan filmlər və sizdən siyahı çıxdı. Tak. Sonra artıq onları harda tapacağıq biz? Bu ikinci məsələdir. Dediyiniz təklif daha uyğundur. Yəni biz
sadəcə olaraq araşdırmasını aparıb Araşdırma siyahını aparsınız, və qoyursunuz. link əgər varsa, hər istehsalçı, hər kim yükləyibsə onu link qoya yoxdursa bilərsiniz. qısa məlumat verə bilərsiniz, Bəli, bəli. müsahibələr verə bilərsiniz və görürsünüz qəşəng ideya verdik. Dəyərləndirmə Danışdıq biricəyə. Bundan başqa nə bilim ola bilər, melodramalar ola bilər, Sevgi hekayəsi, action, nə bilim, bütün- nəsə də. Düzdür, bizdə daha çox komediyalar çəkilir də. Başa düşürəm, o da lazımdır, Lazımdır. amma daha çox... Daha çox izlənilən janrda ona görə çəkilir. Yaxşı, biz ki bu qədər PR-dan danışdıq, hə? Bəli. İndi gəlin bunu müzakirə edək ki, biz kapitalizm dövründə yaşayırıq. Bundan nə qədər uzaq olmaq istəsəydi, desək ki, yox, pul həll eləmir. Mən həmişə deyirəm ki, əsas pul deyil. Amma Əsas miqdarıdır. Pul deyil, amma miqdar. amma bəli, lazımdır. Və sual deməli nədən ibarətdir? İndiki kapitalizm dövründə, həmin o Netflix filmların hamısının dövründə filmlərin PR-ı çox önəmlidir və necə olmalıdır? Harda getməlidir? Bax, bu təbliğat, PR kimdən və nədən asılıdır? Belə saytlardan, sadəcə saytlardan, kino haqda olan saytlardan, qurumların, şirkətlərin saytından. Yoxsa bu saytların, daha doğrusu bu qurumların sosial şəbəkələrdəki səhifələrindən, Onların aktivliyindən və yaxud da aktyor, rejissorların, senaristlərin öz şəxsi profilindən. Çünki, baxın, yoxsa profesional tamaşaçılardan. Yenə də qayıdıram əqrəb mövsümünə. Niyə? İndi həm ona görə ki, bizə elə özümüzə aiddir ictimai televizyon, həm də həqiqətən doğrudan da fenomen oldu da, doğrudan. İnsanları cəlb elədi və valla bağışlayın məni bu qeyri-təvazökarlığa görə. Çox üzr istəyirəm. Azər Aydəmir özünün dediyi sözünü mən deyirəm. Azər mənə dedi ki, İlahə, məhz orta yaşlı, rus dilli auditoriyanı Azərbaycan televiziyasına Azərbaycan dildə olan seriala cəlb edən əsas adamlardan biri sənsən. Mənə bunu Azər Aydəmir özü dedi. Efirdə də demişdi, özü də demişdi. Çünki mən bezdirici dərədə bu haqda yazırdım Facebookda. O qədər yazırdım. O qədər. Niyə? Siz niyə? Xoşuma gəldi. Xoşuma gəldi mənim bu serial. Vallahi xoşuma gəldi. Ona görə də yazdım. Ya görürsünüz, deməli mən də hardasa adi bir tamaşaçı kimi, deyirsiniz profesional tamaşaçı kimi PR-a bir qədər təkan verdim, kömək elədim. Amma mən bunu etməyə də bilərəm. Bu mənim işim deyil. Təbii ki, aktyor daha buna maraqlıdır. Sadəcə sən dürüstsən, yəni səmimisən, bəyəndiyin şeyi bəyəndiyin Dürüst, sadəcə xoşuma gəldi, elədim. Amma elə adamlar var ki, onlar bunu etmək istəyir və etməlidir. Çünki bunların işidir, qazancıdır, hər şey. Sizcə indiki zamanədə ən çox PR kimdən gəlir? Tamaşaçını cəlb eləyir kim? Yoxsa kinoteatrlar? Mən deyərdim ki, bəlkə istehsaldan daha çətindir. Nəyə görə? Çünki tamaşaçının, istənilən tamaşaçı, yaş kateqoriyası götürək, anlayış kateqoriyası götürək, tamaşaçının zövqünə uyğun videolar, filmlər, materiallar həddən artıq çoxdur. Sən PR-ı əvvəllər olsaydı o şəkildə deyildi. İndi artıq xüsusilə internetin artmasıyla, yəni tamaşaçını məcbur eləmək olmur ki, filan filmə bax, filan televiziyaya bax, filan kinoteatra get. Seçim çoxdur. Seçim çoxdur, həddindən artıq çoxdur. Ona görə PR işi biraz da çətinləşir. Sən bir materialın, bir məhsulun PR-ına məşğul olursansa, PR-a əvvəldən başlamaq lazımdır. Yəni biz beynəlxalq, yəni blockbuster film çəkilişlərini artıq görürük ki, hələ istehsalata başlamadan filan aktyor, filan filmlə müqavilə bağladı, filan şirkətlə müqavilə bağladı. Bu şəkildə xəbərlər, bunlar PR məqsədli çıxan xəbərlərdir. Yəni təbii ki, birinci filmin izlənməsində yaradıcı heyətin əhəmiyyəti var. Əsasda baş rolda oynayan aktyor və aktrisanın. Əgər onlar yetərli qədər tərəfdar, fanat varsa, yəni kütləsi varsa, bu film əgər yaxşı alınacaqsa, bunu işləyəcək. Ona görə birinci növbədə yaradıcı heyətdən asılıdır PR məsələsi. Bunu həm şəxsi ətrafında eləyə bilərlər, həm indiyə qədər yaratmış olduğu öz ətrafında pərəstişkarları, fanları onlar sayəsində eləyə bilər yaradıcı heyət. Ondan başqa, təbii ki, istehsal mərhələsindən başlasa artıq PR-a, filmin PR-ına vacibdir. Filmin mövzusuna və janrına görə də təbii ki, bu media
dəyişə bilər. Siz dediyiniz kimi, orta yaşlı və daha yuxarı yaşlı tamaşaçı daha çox televiziya izləyirsə, onları bu filmə baxmağa vadar eləmək üçün televiziya vasitəsilə PR aparmaq lazımdır. Gənclər daha çox internet üzərindən işlərini görürlərsə, xəbərlərini, informasiyalarını, əyləncələrini internet üzərindən təmin edirlərsə, biz bu PR-ı internet üzərindən aparmalıyıq. Necə ki, komediyalar daha çox internet üzərindən PR aparılır. Və tək internet və televiziya olmur. Yəni, biz yaradıcı heyətdən başqa bu işi aparanlar, PR işini aparanlar, təbii ki, başqa ölkələrdə gedəndə, məsələn, tutaq ki, festivallara gedirik, xarici ölkələrə. Festivala artıq aeroporta ayaq basdıqdan etibarən festivalın biz afişalarını, posterlərini, müxtəlif məqamlarını görürük. Yəni, bu artıq bütün şəhər bu xəbərdar olur ki, bu şəhərdə filan festival. Bizdə isə sadəcə tutaq ki, Nizami Kino Teatrına keçirilirsə, Nizami Kino Teatrına bir poster asılır və televiziyada bir-iki verilişdə çıxış edilir təşkilatçılar. O şəkildə. Yəni, PR-ı daha çox tamaşaçı cəlb. Yəni, tamaşaçı bundan xəbərdar olmaq üçün bütün mediadan, bütün formatlardan istifadə eləmək lazımdır. Həm billboardlardan, açıq hava reklamlarından, onlayn. O da hamısı maliyyəyə gəlir. Hamısı maliyyədir. İstənilən halda biz filmin istehsalına büdcəni güclə tapırıqsa, yəni bu PR-a necə ki, keçən il Barbie bir PR kampaniyası elədi ki, partlayış elədi ki, yəni hətta dedilər filmin istehsalından çox büdcə ayrılıb PR-a və onu geri də gətirdi. Yəni öz əvəzini verdi də. Yəni bu şəkildə əgər filmdən qazanmaq istəyir, yəni filmdən qazanmaq bizdə biraz absurd məsələdir. Necə absurd məsələdir, necə deyim? Tamaşaçı sayını hesablasaq, kinozal sayını hesablasaq. Təbii ki, bazar fərqlidir. Bəli. Böyüklüyü falan. Yetərli qədər yaxşı büdcəli film təbii ki, çox çətin tək ölkədə onun çıxarda bilər maliyyəsini. Ona görə birinci növbədə lazımdır. Biz necə ki, saytda yaxın ətraf MDB ölkələri və Türkiyə, İran nəzərdə tuturuq. Yəni, filmin mövzusuna, janrına görə bu çalışmaq lazımdır ki, yetərli qədər keyfiyyətdə eləyək ki, məsələn, Türkiyə bazarına da girə bilək. Türkiyə bazarına girsə, Türkiyə bazarı yetərli qədər böyük bir bazardır və oradan istənilən filmin maliyyəsi çıxır. Gözəl istehsalımız olan hər hansı bir film. Yəni, rəqabət lazımdır, keyfiyyət lazımdır. Türkiyə bazarına çıxar. Amma Orta Asiya çıxa bilərik. Çıxa bilərik. Qazaxıstan, Özbəkistan. Bəli. Qazaxıstan Qırğızıstan, baxa bilərlər. şəbəkəsi, məsələn, yaxşıdır. Qazaxıstana çıxa bilsək və bir çox bizim ortaq məişətimiz, ortaq dəyərlərimiz çoxdur. Ona görə mövzuların əksəriyyəti bir-birinə anlaşılandır. Ona görə onu rahat Və şəkildə... istənilən şəkildə bizim filmlərimiz onlar üçün əcnəbi film sayılır. Ona görə də maraqlı, yəni maraqlı... Amma eyni zamanda oxşarlıq da var. Maraqlı PR kampaniyası ilə onu cəlb eləmək olar ki, Azərbaycan filminə gedək, baxaq görə necədir və o getdikcə bu bazarda yer almaq olar. Sadəcə olaraq hamısı, bütün işlərin, yəni siz deyirsiniz maliyyə, amma maliyyə vacibdir. Maliyyə bağlıdır, bəli, büdcəyə bağlıdır. Ramil bəy, qaydaq saytınıza, ümumiyyətlə, bugün biz ən əsas da yəni sizin saytınız haqqında danışırıq. Ümumiyyətlə, saytınızda çalışan heyət, onlar hamısı kino aləmi ilə, kino sferası ilə bağlı olan insanlardırmı, yoxsa fərqlidir? Bəli, müxtəlif şəkildə kino yazarlardır. Kino rejissorlar da var. Biz müxtəlif şəxslərlə əməkdaşlıq edirik. Həm dizayn məsələsində, indiyə qədər kino sahəsində işləmiş dizaynerlərdir. Saytın yaranmasında eyni şəkildə kino saytları yaratmış şəxslərdir. Və müxbir, redaktor, fotoqraf. Bütün bu bizim əməkdaşlar hamısı, yəni indiyə qədər kino sahəsində müəyyən işləri olmuş. Bağlılığı olan. Yəni jurnalistin də kino jurnalisti olmaq da biraz spesifiklik tələb edir. Yəni kinodan xəbəri, yəni peşəkar tamaşaçı olsun ən azından. Kino istehsalından xəbəri olsun ki, kino çəkmək nə deməkdir və görəndə rejissoru, aktyoru, aktrisanı ən azından onları tanıya bilsin ki, bu plan kəsi, bundan müsahibə alaraq bunun əvvəl hansı filmi olub, ondan nə sual verə Ən azından bilərəm. araşdırsın bunu. Yəni araşdırsın, yəni o vacibdir. Neçə nəfər var komandanızda? Komanda kiçik komandadır. Təxminən 5-6 nəfər var. Yəni biz dediyim kimi əməkdaşlıq edirik kənardan, məsələn, müsahibələrlə bağlı, müxtəlif analitik məqalələrlə bağlı kənardan əməkdaşlıq edib, onları yayımlayırıq. Çox yaxşı. Misal üçün, açdım analitikanı. Məqalədir, böyük deyil, kiçikdir.
yorucu deyil yəni. Tam oxumamışam, amma adı çox maraqlıdır başlıq olaraq. Azərbaycan kinosunda hansı boşluqlar var? Soruq şəklində. Dərhal başlıq dərhal diqqəti cəlb eləyir. Və sorğudur bu. Mən ona görə də bunu açmışdım ki, orada sorğu yazılmışdı. Mənə maraqlı idi ki, kimdən götürülüb, kimin arasına aparılıb bu sorğu, kimdən öyrəniblər fikirləri filan belə. Və Aynur Kazımova, müəllif Aynur Kazımova. Bəli, bizim əməkdaşdır. Bizdə bugün günün sualı var idi. Günün sualı belə idi ki, müştəri həmişə haqlıdırmı? Variantlarımız belə idi ki, əlbəttə bu ticarətdə vacibdir. Xeyr, haqsız olarsa bunu ona bildirmək lazımdır və xidmət yüksək səviyyədədirsə hamı məmnun qalacaq. Siz hansı variantı seçərdiniz? Üçüncü variantı seçərəm, amma müştəri hansı mənada haqlıdır? Mən də deyirəm, həmişə haqlıdır. Nəyə görə? Onun haqqı var ki, informasiyası alsın, məlumat alsın, hər hansı bir, tutaq ki, marketdən ən çox rast gəldiyimizdə müştəri marketdə satıcı əlaqələri, hər hansı bir məlumat alsın, şikayətini bildirsin, bu mənada haqlıdır. Amma növbəti mərhələ artıq bunun bu dediyi sözdə haqlı olub olmadığı o ədalət prinsipinə bağlıdır məncə. Yəni ki, siz dedi bayaq danışdığınız kimi, yəni ola bilər bu belə düşünür, amma ona qarşıdakı adam ona izah edir və onu ədalətli şəkildə qəbul eləməlidir ki, bu qiymət niyə qalxdı? Yəni o satıcının işi deyil o qiyməti qaldırmaq. Təbii ki, anlayır ki, proseslər yəni qarşısındakı adamın cavab verə biləcək bir məsələ deyil. Ola bilər qarşısındakı adamın cavab biləcəyi bir məsələ olsun, onda haqlı ola bilər. Cavabını da ala bilər. Yəni istənilən halda bütün o biznes sahəsində o qaydadır ki, birinci qayda, müştəri hər zaman haqlıdır. Siz seçdiyiniz variant belədir ki, mənə elə gəlir ki, bunu filmə də aid etmək olar. Yəni, film necədir? Yəni, yaxşı bir film yüksək səviyyədə təqdim edilirsə, hamı məmnun qalacaq. Keyfiyyətdən hər şey asılıdır, təbii ki. Yaxşı olanda doğrudan hamı baxır. Həqiqətən də elədir. Yəni, PR-ı zəif olsa da, yaxşı olan iş özü-özünə PR qazandıra bilir. PR-ı zəif olan, hər film yaxşı oldu, film yaxşıdırsa, qazandıra bilər. Hə, bəli, razıyam sizinlə. Bir daha qeyd edək, kinoinfo.az. Kinoinfo.az, deməli, sayt budur. Açın, qəşəng belə rəngli bir saytdır və belə dinamik saytdır. Açan kimi Emil Quliyevi gördüm və onun müsahibəsini. Emil Quliyev deyir ki, kinodan elə küsmüşəm ki, məndən olsa heç vaxt film çəkmərəm. Və bilirəm niyə Facebookda da yazır bu haqda. Çünki hamı deyir ki, ay çəkin, film çəkin, kinoteatrlara film verilir, kinoteatra gəlmir heç kim. Ona görə bəzən küsür. Mən elə ki, yaxşı filmlərə mütləq dəstək olmaq lazımdır və elə kino sayəsində nə yaxşı ki, sizin kimi mütəxəssislər çalışır və hamıya belə maraqlı sayta daxil olmağı təklif edirik. Təklif edirik, bəli. Kinoinfo.az. Dünən də ad gününüz idi sizin. Təbrik edirik bu münasibətlə sizi. Çox sağ olun. Dəvət etdiyiniz üçün çox təşəkkür edirəm. İşıqlandırdığınız üçün təşəkkür edirik. Komanda adından təşəkkürümüzü bildiririk. İnşallah biz də çalışırıq ki, kino mühitində nəsə bir müsbətə doğru bir dəyişikliyə, bir dəstək, təkan verək. Çox sağ olun. Bir oxuyucunuz var, dəqiq bunu deyim sizə. Çünki mən yeni məlumatları sizdən öyrənəcəm. Kino, film industriyasında internetin rolundan danışdıq bugün əziz tamaşaçılar və qonağımız senarist, rejissor Ramil Ələkbərov idi. Çox sağ olun gəldiyiniz üçün. Təşəkkür edirik sizə. Biz də qısa araya ayrılırıq, sonra yenə buradayıq. Proqramımız davam edir və biz buradayıq, sizinləyik. Hal-hazırda sosial mediada nələr var, nələr baş verir, bu haqda danışmaq istəyirik. Bu günlər ərzində çox maraqlı məqamlar qarşımıza çıxıb, istəyir Facebookda, istəyir Instagramda bir çox maraqlı paylaşımları görmüşük və elə gördüklərimizi toplamışıq ki, sizə də çatdıraq, sizinlə paylaşaq. Hə, bəli, maraqlı görüntülər var burada. Burada deməli bir uşağın görüntüsü var. Uşaq bildim onu göstərəsən birinci. Deməli,
Səhifənin adı maraqlıdır. My Good Old Days. Mənim keçmiş vaxtlarım, yaxşı vaxtlarım. Belə, Laçın vaxtlarımda. Deməli, orada bir uşaqdır. Ya kənd uşağıdır, ya şəhərdən kəndə gələn uşaqdır. Və palçıq yeyib bu, eləmi? Bəli, palçıq yeyib. Palçıq yeyib, palçığın üstünə düşüb yəqin, çox güman ki, belə yıxılıb. Yox, məncə palçığın üstünə düşməyib, palçığı yeyib. Yeyibdir. Çünki o yaşda uşaqlar, bəli, 2-3 yaş arası uşaqlar. Həm də altda yazı var, çox güman ki, yeyibdir və deyir ki, indiki deyir 3 yaşlı uşaqlar, onlar misal üçün telefonu, laptopu, sevdikləri mobil əlavələri falan özləri yükləyirlər, özləri açırlar, özləri tapırlar, YouTube'da istədiyi cizgi filmi falan baxırlar. 3 yaş nədir? Ondan qat-qat tez. Eləyirlər bunu. Bizdə nəvəm 9 ayında artıq belə telefonu belə eləyir. Bax, haradan bilir onu ki, scroll etməyə. Görüb də. Həm götürür belə eləyir. Gördükləridir. Nəysə, deyir, bu isə deyir mən, yəni keçmişdə 3 yaşımda olarkən, palçıq yeyirdim. Palçıq yeyərkən. Ümumiyyətlə, uşaqları həmişə təbiətlə əlaqədə saxlamaq yaxşıdır. Məsələn, bizdə də bir çox qohumlar, tanışlar, məsələn, uşaqlar gəlib görəndə ki, onlar belə torpağın içində orada nə zeytun tapırlar, nə bilim o qozaları yığırlar, torpaq yeyirlər, hamı gəlir, vay, nə edirsiniz falan. Deyirəm, eybi yox, belə yaxşıdır, belə yaxşı böyüyür. Yəni, mən də onun tərəfdarıyım ki, əminəm ki, bax, bu rəsmdə, fotoda gördüyümüz uşaqda indi belə daha güclü immuniteti olacaq. Oya, mən bunu görən, belə şeyləri görən kimi... palçıqla oynasın. Məndə isterika başlayır ki, uşağı götürün. Doğrudan. Antisanitariya, nə bilim, nə. Sən bir gün bizə dəvət eləyəcəm, İlahə. Bu arada, Facebookda deməli, Fuad Şərifov paylaşıb. 4 yaşlı qız Everestin zirvəsinə qalxaraq dünya rekordu vurub. O Çexiyadandır. Atası və 7 yaşlı qardaşı ilə bu səyahəti həyata keçirib. 25 dərəcə şaxtada 5364 metr hündürlüyü zirvəyə çatmayıblar, qət ediblər. Yəni, onlar 5364 metr hündürlüyü qət ediblər, yəni tam zirvəyə çatmayıblar Everestə, amma ora kimi çatıblar. Ümumilikdə Himalay dağlarında 270 kilometr piyada gediblər. Əslində, bəli, 4 yaşlı uşaq görün nə qədər cəsur, görün nə qədər ürəklidir ki, bax, bu cür rekorda imza ata bilib. 4 yaşında uşaq ki, ürəklidir, yoxsa onun anası ürəklidir, atası ürəklidir. Anası kaprizlərinə dözüb də. Uşağa nə var, uşaq qalxır. Amma uşağa əziyyət verib də, kör gör. Bravo, valla, doğrudan həqiqətən bravo. Və biz böyüyəndə biləcək bunu dəyərim. Fuad Şərifova təşəkkür edirik. Fuad bəy, siz Facebook dostların arasında ən maraqlı yazılar dərc edən insanlardan birisiniz və üzr istəyirəm ki, baxmayaraq ki, açıq, yəni geniş auditoriya üçün deyil sizin bu yazınız, dostlar üçündür. Amma bundan istifadə etdik, bağışlayın buna görə. Çünki düşünürəm ki, qəbahət bir iş yoxdur, yəni və çox maraqlı bir məlumatdır, biz onu paylaşdıq. Siz bizim daimi tamaşaçılarımızdan birisiniz İctimai Televiziyanın və buna görə sizə təşəkkür edirik. Özü çox xoşuma gəlir, çünki mən özüm də adamım, xoşuma gəlir ki, açıq səmimi etiraf edirsiniz, bildirirsiniz fikrinizi. Tənqid olanda da xoşunuza gəlməyəndə deyirsiniz ki, belədir. Amma bunu çox belə diplomatik edirsiniz, yəni heç kimin xətrinə dəyməmək. Məncə belə də olmalıdır. Xətrə gəlmək. Bəli, əlbəttə ki, əsas budur ki, kobud olmasın. Başqa nə var, nə yox? Deməli, Ürfan Məmmədli belə bir status paylaşıb. Deyir ki, insanlar niyə başqalarının fikirlərindən bu qədər qorxurlar? Niyə həyatlarını başqalarının dediklərinə inanaraq keçirirlər? Maraqlı fikirdir. Bu həqiqətən belədir. Bəzi cəmiyyətlərdə, bəzi ölkələrdə daha çoxdur. Bizdə, misal üçün, daha çoxdur. Nəinki Avropanı götürək. Bu da həmin o sevmədiyimiz mentalitet, mental düşüncədən asılıdır, yəqin ki. Valla, səmimi deyim, düzdür, mən də dərhal belə olmadım. Yəni, bu vəziyyətə gəlib çatdım. Mən də əvvəl asılıydım. O bəlli bir yaşa çatırsan, müəyyən nailiyyətlərin olur, artıq özün belə rahat şəkildə öz həyatını sürə bilirsənsə, onda artıq belə əhəmiyyət vermirsən. Mən həqiqətən doğrudan əhəmiyyət vermirəm. Valla, doğrudan, misal üçün, kim nə düşünür ki, bu adam tutalım, elə yaraşıqlı deyil, nə bilim, belə deyil, ya belə deyil, ya belə-belə. Çox rahatam, çox sərbəstəm, amma bizdə bəzən bunun da digər tərəfi olur da. Misal üçün, ya həddən artıq cəmiyyətdən asılıyıq.
Ya da çox cəmiyyətin fikri- qopuruq. Ya da biz düşünürük ki, sərbəst rahat olmaq bu hardasa etiket qaydalarına, etika qaydalarına riayət etməmək, mədəniyyətsiz olmaq deməkdir. Düzdürsən. Bax o incə Ay, sağ ol. cızığı keçməmək lazım. Hə, yəni mən narahat eləmir, siz nə düşünürsünüz və götürüm zibili yerə atım. Başa düşürsünüz necə? Ya da və yaxud da istədiyimi eləyim, yox, bu da normal deyil. Çünki biz cəmiyyətdə yaşayırıq və istər-istəməz biz cəmiyyətin yazılan və yazılmayan qanunlarına riayət etməliyik. Bəli. Elədir ki, var. Və cəmiyyət arasında özünü çox yaxşı aparan insanlar var. Hansılar ki, hətta çox gözəl nümunə ola bilirlər. Kitab oxumaqla məsələn. Hə, oy, mən bunu görəndə tam Necə səmimi deyim. Paylaşdı bizimlə. Onun kitab oxumağına təəccüblənmədim. Çünki başa düşürəm ki, hə, niyə oxumasın ki kitab? Söhbət kimdən gedir? Hollywood aktyoru var. Jake Gyllenhaal. Yeri gəlmiş ki, onun bacısı da var, o da aktrisadır. Ama çox adam bilmir ki, onun bacısıdır. Üzdə o da kifayət qədər tanınmış aktrisadır. Deməli, Jake Gyllenhaal'ın üzündən təbii ki, adını bəlkə də yadınıza sala bilməsəniz, amma üzünü görən kimi tanıyacaqsınız, biləcəksiniz. Çünki bir çox filmlərdə çəkilibdir bu aktyor. Və bir neçə şəkilləri var. Yəni, silsilədir belə şəkillər. Özü öz Instagram səhifəsində paylaşır bunları. Metroda, yəni bu ictimai nəqliyyat növünü çox sevir, metrodan çox istifadə edir və metroda olarkən, o yolu gedərkən həmişə nəsə oxuyur. Kitab oxuyur, qəzet oxuyur da, əksər hallarda kitab oxuyur ya da telefondan nəsə oxuyur. Kitab oxumağı mənim üçün normaldır. Amma metrodan istifadə etməyi belə bu çox, baxın mən təcrübələrimdə. Elə mən onu deyəcəyim ki, iki məsələ ilə cəmiyyətə örnək olur. Həm məşhurluğuna rəğmən sadə insandır, cəmiyyətlə bir yerdə nəqliyyatdan istifadə edir. Həm də eyni zamanda kitab oxuyur, yəni halal olsun. Çox bəyənir. Bilsən necə? Söhbət tək sadəlikdən getmir. Nə bilim, bəlkə həqiqətən də daha tez çatmaq olur harasa metrodan. Bəli, həm tez çatmaq olur, həm də eyni zamanda ən rahat metrolardan biridir. Yəni, ən rahat ictimai nəqliyyatdır metro. Amerikada metro, ona görə. Rahatdır. Amma yenə də biz yalnız bir adamı həmişə görürük şəkillərdə, metroda, ictimai nəqliyyatda, o da Keanu Reeves. Yəni, bu cür şəkillər hamısı ona aid idi. Yəqin çoxdur da. İndi artıq şəkillərini çəkən bəli, Jake də əlavə oldu həmin bax bu şəkillərə. Amma hiss olunur ki, yalandan eləmir. O başını tutmağı falan var. O da çox səmimidir doğrudan da. Yəni, bu adam PR üçün etmir bunu, həqiqətən də. Mən isə yenə bir statusa nəzər salmaq istərdim. Bunu da deyəsən Facebookda paylaşılıb. Muxtar Kərimzadə belə bir fikir yazmışdı ki, şanslı insanlar bir-birinə güvənib peşman olmayan insanlardır. Bu La Edrinin fikri də o paylaşıb. Necə gözəl bir deyimdir. Yəni, hədsiz, gözəl, mənalı və çox fəlsəfi bir fikirdir. Düşünürəm ki, doğrudan da güvən məsələsi ən önəmli keyfiyyətlərdən biridir insanlarda. Yəni, o güvəndiyin, etibar etdiyin şəxs, mənə elə gəlir, elə bir adamdırsa, yəni elə bir adam varsa sizin həyatınızda, doğrudan da çox şanslısınız. Mənə elə gəlir, deyə bilərəm ki, mümkün deyil. Kiməsə güvənmək? Yox, kimləsə peşman olmayasın bu həyatda. Yaşayasan, bir ömrünü yaşayasan və heç kimdən heç vaxt peşman olmayasan. Burada bir-birinə güvənib peşman olmayanlar nəzərdə tutulur. Məsələn, sən tam olaraq etibar etmirsən bu şəxsə və heç vaxt onda yanılmamısansa, çox nadir halda olaraq. Yəni, həyata boyu mütləq şəkildə kimdənsə sən peşman olursan. Yox, olur axı. Məqamlar olur da. Mümkün deyil. Hansısa günlərdə ola bilər. Amma bunu əgər bu belədirsə, həqiqətən insan bütün ömrünü yaşayıb və heç kimdən ünsiyyət qurduğuna görə peşman olmayıbsa, əgər bu belədirsə, bəxtəvər adam. Təbii ki, bu da şansdır. Amma mənim üçün daha çox şanslı olmaq bilsən nədir? Nə? Küçədən gedirsən, yuxarıdan daş düşdü və o səndən 2-3 santimetr o tərəfə düşdü. Bəli, Mənə şanslı olmaq budur. Yəni, çox, mən belə də bir mənalı yanaşdım da. Yəni, şanslı budur və yaxud da lotereyada udmaq.
Çox böyük bir da məbləğ şansdır. udmaq. Bu da şansdır. Bu da şansdır. Amma heç vaxt olmaz demək. Necə sevmirəm deyəndə ki, mənim bəxtim. Bəzən qızım elə deyəndə deyirəm, elə demə. Tutalım, nə bilim, gəldi qırmızı işığa düşdü, tutalım. Svetoforda deyir ki, Mənim bəxtimdən. bu mənim bəxtimdən. Olmaz belə şey demək. Gileylənmək olmaz. Özü belə kiçik bir şeylərə görə. Xırda Düzgün deyil. məsələləri, Hə. xırda neqativ anları qəbul etmək və onların həllini tapmaq lazımdır. Bax, belə bunun üçün çalışmalıyıq. Davam edirik və oy, Telegramda gördüm mən bunu. Nədir bu, Yaponlardan məktub? gəlir. Yaponlardan bəli, deməli bir art installyasiyadır bu. Yaponiyada Masa-san yaradıb həmin bax bunu. Deməli, bu bir məktubdur. Əslində bu emoji kimi də var. Deməli, WhatsApp-da falan belə, internetdə biz onu görürük. Ağ zərfdir, zərfin o yapışdırılan yerində qırmızı ürəkdir. Və hətta onu belə iki əl sanki belə tutubdur, qucaqlayır. Həmin bax bu art installyasiyanı quraşdırıblar dağın ortasında və bir Fujino dəmir yolu stansiyası var. Oradan həmin bax bu təpədəki, dağdakı bax bu installyasiya, bax bu zərf, ürəklə olan zərf və o əllər çox yaxşı görsənir və onun adı sevgi məktubudur. Sevgi məktubudur. Bilirsiniz necə, kimsə gedir, qatarla gedir və onu görür. Və öz sevdiyi insana mesaj yazmaq istəyir. Adamın kefi Könlündən keçir. olmasa da belə, ona baxırsan üzündə təbəssüm olur. Xoşdur, qəşəngdir axı, yox? Çox qəşəngdir, məncə də. Çox pozitivdir, həqiqətən də və yalnız xoş emosiyalar alırsan. Amma şəxsən mənə o zərfdən, o görüntüdən daha çox ləzzət eləyən o yaşıllıq oldu. O görüntü oldu ki, yaşıllıq, təbiət, gözəl. Mən isə istərdim elə tamaşaçılarımıza 18-ci əsrə aid bir pianonu göstərək. Həmin o piano çox maraqlıdır, fərqlidir, gözəldir və bunun bir səbəbi var. Belə ki, bu piano şedevr əsərlər yaradan bəstəkar Mozarta aiddir. Qeyd edim ki, o cəmi 35 il ömür yaşayıb. Çox qəşəngdir bu piano. 18-ci əsrə aiddir. Yəqin ki, hansısa muzeydədir bu. Möhtəşəmdir. Sən onun elə-belə yerdə olmazdı. Ayaqlarına bax, o sütunlara fikir ver. O da bir fiqurdur. Qədim Məncə belə pianoda ifa edərkən Yunan personajlarıdır bunlar deyəsən. belə ilhamlar gəlib. Necə möhtəşəmdir, möhtəşəmdir. Həqiqətən çox gözəldir. Doğrudan bu bir musiqi aləti kimi yox, bu əməli başda bir muzey eksponatı kimi möhtəşəmdir, Yəqin ki, bu gözəldir. muzeydədir, bələ, hansısa muzeydədir. 100%. Və Vüsalə Məmmədzadə bu yazını yerləşdirib. Bu da bizim daimi tamaşaçılarımızdan biridir və bizim qonağımız da olub Diktabanda hətta. Nə yaxşı. Bəli, olubdur. Davam eləyək. Deməli, burada bir görüntü var. Kiçik bir videodur və bunu belə adlandırıblar. Qocalıq, yaşlı olmaq, yaşlanmaq, amma eyni zamanda cavan qalmaq. Bir cütlükdür. Görəcəyik biz onu efirdə. Və mən bilmirəm, bu haradasa rastlaşıblar. havalimanıdır, ya haradır, havalimanı çox demək ki, və onların getməklərinə bir bax. Deməli, çimadanlarını üstünə oturublar, düzdür? Bəli. Və çimadanın altında skeytdir o, nədir? Mən bilən, üzərinə qoyublar və çimadanın altında və gedirlər elə. Yəni, bu ya da belə çimadan da ola bilər. Yəni, siz necə bunu edən adam, bunu edən yaşlı adam və hiss olunur ki, bu adam yaşlıdır, bunlar yaşlıdırlar. Bunu edən adamlar %100 özlərini daxildən cavan hiss edirlər. Ona görə yox ki, fiziki olaraq bunu bacardılar. Yox, ona görə ki, onlar ətrafda nə düşünürlər onların haqqında? Bu cür fərqlənməkdən çəkinmirlər. Çəkinmədilər, bunu düşünmədilər. Elə bayaq İrfan Məmmədlinin yazdığı status. Yəni, bunu düşünmədilər. İndi siz bir anlıq fikirləşin, düşünün. Azərbaycanda, havalimanında bizim Azərbaycanlı cütlük, yaşlı cütlük, bir qədər bunu gözünüzün qarşısına gətirin. Edərmi? Mən deyərdim ki, yəqin ki, yox, nəinki hə. Çünki qorxacaqlar, fikirləşəcəklər ki, bunu etsələr, bunlara deyəcəklər ki, dəlidirlər, ayıbdır. Gör, yekə kişidir, yekə arvad, gör, nə inir, gör, buna ayıb olsun sənə. Ağ baş, ağ bir çək, ağ saqqal, nə bilim nə, gör, nə inir. Amma əslində çox sakit dayanıblar və rahat gedirlər. Xoşum gəlir. Mən istəyirəm, bax, belə cəmiyyət olsun, o mənada ki, Nurlar. Yavaş-yavaş gəlib
Yəni, Olacaq bizdə axı də burada belə şeylər. qəbahət heç nə Heç nə yoxdur. Niyə kimsə buna görə qınanmalıdır? Niyə? Heç kim. Niyə bax bu insanlara deməlidirlər? Heç kim qınanmamalıdır heç bir addıma görə. Ondan başlayaq və xüsusilə də qınanmamalıdır, bir amma qədər ahıl tutalım. yaşda olan insanlar. Yəni, belə bir cəsarət varsa, yəni... Qınanmamalıdır, amma yenə də tutalım, o xanım çox dar leopard leggings, lasin geyinsə, bəlkə də hardasa qınanıla bilər. Amma bunu edirsə, buna görə niyə qınanılsın? Yox, məncə də yox. Çox önəmli bir xəbər də var. Yəqin ki, elə bunu həmin bax bu sosial mediada paylaşmalıyıq, sizə də təqdim etməliyik. Belə ki, Türkiyənin birinci astronavtı bugün... Bəli. Danış, Lar. Bu gecə kosmosa gedir. Göylərə qalxacaq Əlpər Gəzərabci, ilk Türkiyə astronavtı. Duruşuna baxın, fikir verin. Biz bu haqda dəfələrlə Dəfələrlə diktabanda danışmışıq, məlumat çatdırmışıq və o tək olmayacaq. Yeri gəlmişkən qeyd edək ki, İspaniyalı, eyni zamanda İsveçli və İtaliyalı həmkarları ilə bərabər yollanacaq. Və təbii ki, onları göndərən Elon Musk'dır, hə? Bəli, SpaceX Dragon gəmisi ilə. Floridadan uçacaqlar. Floridada deməli Kennedy adına kosmik mərkəz yerləşir və oradan qalxacaqlar yuxarı. Mən düşünürəm ki, Elon Musk'ın Türkiyəyə, daha doğrusu Amerikada görüşmüşdülər. Rəcəb Tayyip Erdoğan'la görüşdülər falan. Ümumiyyətlə, Türkiyə ilə olan son zamanlar söhbətlər falan var idi. Düşünürəm ki, orada olan bəndlərdən biri də məhz bu idi yəqin ki, ora Türk astronavtın da daxil olması. Ola bilər, yaxşı fərziyyədir. Hə, danışıqlar gedirdi. Çox güman ki, elə məhz bu da əladır. Çox sevinirik və özünə əmin. Görsən necə? Duruşundan belə hiss olunur ki... Mənə elə gəlir ki, o artıq çoxdan hazırlaşırdı deyə, artıq hazır bir vəziyyətdə durub şəkil çəkdirib ki, yəni mən artıq hazıram, yola düşürəm. Uğurlar arzu edirik. Uğurlar. İnşallah xoş sədaları gəlsin, necə deyərlər. Və biz yəqin ki, günün sualına keçək. Çoxlu şərhlərimiz var. Onları da istəyərdik ki... İstəyirik ki, yazdığınız şərhlər də bizə göstərdiyiniz diqqət də kənarda qalmasın. Bugünkü sualımız belə idi ki, müştəri həmişə haqlıdırmı? Əlbəttə, bu ticarətdə vacibdir. Xeyr, haqsız olarsa bunu ona bildirmək lazımdır və xidmət yaxşıdırsa hamı məmnun qalacaq. Səs etibarı ilə ən çox xeyr, haqsız olarsa bunu ona bildirmək lazımdır variantı qalib gəlib. İkinci yerdə xidmət yaxşıdırsa hamı məmnun qalacaq. 42% insan bu cavaba səs verib və birinci ən az, belə deyim, səs sayı toplayan variant əlbəttə bu ticarətdə vacibdir. Elə bizim müzakirə... Görürsən, deməli, bu əbədi bir fikir var ki, müştəri həmişə haqlıdır. Cəmaət buna qarşı çıxır artıq. Bunlar razılaşmırlar. Amma ən optimal variant əlbəttə ki, xidmət yaxşıdırsa hamı məmnun qalacaqdır. Necə ki, bizim qonağımız da ideal variant səsləndirdi, ən ideal variant. Nə gözəl olardı ki, həqiqətən də istəyir bu dükan olsun, istəyir market olsun, istəyir hər hansısa bir başqa bir yaşayış obyekti olsun. Ora bir müştəri gəlirsə və ən azından öz iradını bilirsə haqlı olaraq, bunu çox rahat və pozitiv, normal şəkildə qəbul etsinlər. Yəni, bu zaman çox sağlam bir münasibətlə həm müştərini məmnun etmiş olarsınız, həm də sizdə olan o çatışmazlıqları düzəltmiş olarsınız, deyilmi? Çünki yəni, bir müştəri gəlir bir məsələ ilə bağlı bir tənqidi fikir deyirsə, bəziləri belə aqressiv də yanaşa bilərlər ona, amma çox adekvat olanları isə bundan bir nəticə çıxara bilərlər ki, daha belə narazılıqlarla rastlaşmasınlar. Bəzən elə müştəri olur ki, sadəcə, nə bilim, evdən əsəbi çıxıb falan belə, ilişir satıcıya, yəni olur, o da olur. Ona görə bəlkə daha çox səsi ikinci variant toplayıb ki, xeyr, haqsız olursa bunu ona bildirmək lazımdır. Məsələn, mənim ən çox sevmədiyim məsələ nədir ki, bir kafaya, restorana gəlirsən, bu daha çox belə erkən saatlarda olur. Gəlirsən belə ki, salam, sabahınız xeyir falan, belə gülüşünə falan. Amma orada çalışan heyət, yəni xidmət göstərənlərin heç birinə siması gülür, nə də səni, belə deyim də, normal şəkildə salamlayır. Sanki sən onun evinə çağırılmamış qonaq kimi gəlmişsən. Bu çox pis bir hissdir. Adama ləzzət eləmir. Bunu dəqiq deyə bilərik. Amma bir mənalı olaraq, əgər müştəri emosional ola bilirsə, təbii ki, heç kim
çox səs-küy salmamalıdır, belə deyək də, həyasızlıq etməməlidir. Yox. Təbii ki, aydın məsələdir. Mədəni davranışlar çərçivəsində baş Bəli. verməlidir. Amma yenə də müştəri hardasa emosional ola bilirsə, təbii ki, xidmət servisində, sahəsində çalışan adamlar, onlar bir mənalı olaraq emosiyalarına sahib çıxmalıdır. Düzdür. Hətta nə qədər belə qeyri-adekvat müştəri olsa da belə... Çünki onlar xidmət göstərən sahədirlər. Bəli. Bu halda müştəri həmişə haqlıdır, ya, bu halda. Elədir. Və şərhlərimizə nəzər sala bilərik. Baxaq görə nə yazırlar. Mənim fəlsəfəm yazır. Ümumiyyətlə, müştəriyə xidmət sahələri həmişə müştərinin razılığı üçün çalışmalıdır. Müştəri məmnuniyyəti onların inkişafına yönəlir. Hər iki tərəf faydalanır. Amma bəzi hallarda müştəri həmişə haqlıdır demək olmaz. Müştəri haqlıdır, həmişə deyil. Bəli, çox gözəl fəlsəfəniz var bu arada. Yusif Vasona yazıb ki, mütləq hər kəs öz yerini bilməlidir, vicdanlı olmalıdır. Ümumiyyətlə, hər bir davranışda vicdanlı olmaq lazımdır. Yəni, bu zaman ədalətli olarsan. Bəli. Gülqa Kərim yazır ki, hər bir halda satıcı səbirli olmalıdır. Bayaq dediklərimiz. Müştəri heç də həmişə haqlı olmaya bilər. Ancaq bunu yoluna qoymağı bacarmaq lazımdır ki, buna da xidmət mədəniyyəti deyilir. Razıyam. Və təbii ki, o satıcıya da bunu öyrədən menecer olmalıdır. Təbii ki, başa salan ki, belə olmalıdır. Nailə xanım yazıb, ticarətdə və ya xidmət sahələrində qazanan və qazandıran tərəf olur. Qazanan və qazandıran, okey. Qazanan tərəf, qazandıran tərəfi hər zaman haqlı çıxarmağa bir növ maraqlı olur. Ona görə də məncə müştəri haqlıdır öz tələbində və bu mövqe qazanan tərəfin öz işində daha məsuliyyətli olmasına xidmət edir. Bəli, haqlısınız. Bizim daimi tamaşaçılarımızdan biri Gül Yasərli yazıb ki, əlbəttə ki, hər iki tərəf vicdan və mədəniyyətlə yanaşmalıdır. Yəni işə. Satıcılar peşəkar yanaşmalıdır. İşlərinə insan psixologiyasından deməli, hayl olmalıdırlar. Hayl, yəni xəbər olmalıdırlar da. Düşünürəm, çünki hər xarakteri insan var. Eləcə də satıcı da insandır. Deyə onların da işlərini peşəkarcasını görmələrini peşəkarcasını görməyənləri var. Zənnimcə onlar işdən uzaqlaşdırılmalıdırlar. Çünki birbaşa həmin mağazaya ziyan gətirirlər. Bəli. Və yaxud onları öyrətmək lazımdır. Yəni, öyrənməyə açıq olan satıcılar, ümumiyyətlə, həmin o xidmət sahəsində işləyən insanlar da olsa nə yaxşı olar ki, həmin o öyrənməkdən həqiqətən də zövq ala bilsinlər və işlərini daha yaxşı görmək üçün çalışsınlar. Bəli. Sonra Aygün Feyzullayeva yazır ki, müştəri hər zaman haqlıdır deyib, bəziləri haqsızlıq edirlər. Düzdür. Heydər yazıb ki, hər zaman deyil, çünki çoxu istifadə edir bundan. Doğrudan, bundan istifadə edənlər az deyil. Hər yanda, mən müştəriyəm, mən düz deyirəm falan. Çıxırıb bağıranlar da tez-tez rastımıza çıxır. Vəfa yazıb ki, xidmət yaxşı olsa, müştəri də məmnun qalar. Bizim tamaşaçımız, daimi tamaşaçımız, efirimizin dostumuz, bizim dostumuz Elikopiya yazıb ki, məncə müştəri hər zaman haqlı deyil. Məsələn, hava yolları şirkətində face detektor olan firma və restoranlarda qara siyahı, arzu olunmaz müştəri və s. kimi siyahıların olması buna sübut ola bilər. Çox əla bir şərh yazmışsınız, həqiqətən də. Yəni, bu da onun göstəricisidir ki, elə mənasız yerə ilişən müştəriləri və yaxud sözə baxmayan müştəriləri, tutaq ki, bir çox avia şirkətlər nəyə görə bu qara siyahını tərtib ediblər? Çünki müxtəlif xəbərdarlıqlara baxmayaraq ki, siqaret çəkmək olmaz və s. Elə müştərilər olub ki, onlar məhz o bağlı alanda VC-də siqaret çəkiblər və ona görə onlar qara siyahıya əlavə olunublar. Və yaxud da bəzən görmüşük, özdə daha çox bu yayda olur. Çünki yayda dəniz istirahətinə çox gedən olur. Məsəl üçün, Rusiyadan Türkiyəyə çox gedən olur və qaydanda, son zamanlar kişilər yox, məhz qadınlar o qədər alkoqolli içkidən istifadə edirlər təyyarənin salonunda, uçuş zamanı ki, başlayırlar orada davaya.
söyüş söyməyə, qışqırmağa, dalaşmağa, insanları təhqir etməyə falan belə və sonra onlar qara siyahıya düşürülür və düz də eləyirlər. Elələr də var. Düz də eləyirlər. Bəzən düşünürlər ki, əgər nəsə orada tutalım ödənişsizdirsə, ola bilər də biznes klassda adətən ödənişsiz olur, alkoqol səhv etmirəmsə və yəni artıq sən nə qədər istəyirsən içirsən və sonra da danışığını bilmirsən, hərəkəti bilmirsən. Və daha bir şərhimiz var idi. Uğur Böcəyi Rufa yazmış ki, xeyr, həmişə haqlı deyil. Ən əsası da müştəri satıcıya yuxarıdan aşağı baxmamalıdır. Hamı özünə görə şəxsiyyətdir. Əlbəttə, yəni biz etik normalardan danışırıqsa necə belə davranan insanlar ola bilər. Amma çox təəssüflə bildirmək istəyirəm ki, olur belə insanlar. Hə, nə qəşəng. Uğur Böcəyi Rufa. Nə qəşəng, hə? Və yaxşı da bir çağırış etdi, sağ olsun. Bəli, biz yavaş-yavaş sizinlə sağollaşırıq, eləmi? Hə, bəli, sağollaşırıq. Və sabah yenidən efirdə olacağıq. Ara bir dəyişirik, qızlar olaraq yəni dəyişirik ki, siz də bizdən yorulmayasınız, belə deyək. Və çalışırıq o müsbət enerjini gətirək sizin evlərinizə, iş yerlərinizə. O gün mənim bir yaxın dostlarımdan biri yazıb ki, şirkətdə çalışır və deyir ki, getmişdik müştərinin yanına biznes söhbətə və deyir, o həmin müştəri kabinetdə diktə bana baxırdı. Deyir, orada sən mən dedim ki, çox yaxşı müştəriniz var, onu itirməyin. Yaxşı tövsiyə edirsən. Təşəkkür edirik sizə. Çox sağ olun bugünü bizimlə keçirdiyiniz üçün. Özünüzə yaxşı baxın. Allah əmanət olun. Yenidən görüşərik. Sağ olun.